Yayımın baş sponsoru Majid Otel Sanatoriyası. Amma deyəm, mən sənə deyəcəklərim var. Çox qorxuyorum. Çıqqildəşirlər. Şu rəhmədə gedin. Ay Allah. Və tutar ki, sabah başıma bir şey gəldi, mən öldüm. Mənə yazırlar ki, o karabka niyə qoymuşsunuz onu? Bir dənə karabka qalması, gözəldir. Ayağıma vurma. Kupanik'ta gelmiştiler. Kupanik'ta. Az sözümü tutar da, nədə qıma bu məsələsi, anladıyasın. Ama o paltar neydi başına dönüm seni? Ay dilimə qurban olaram, ay əllərimə buzu kəsərəm, bunu sən niyə bayaqdan yazmışsan? Valla İlgiz, sen bəzənib gələnə qədər. Baba şikalatın bax. Ne kadar yemişim. Yaxşı eləmsən. Təzyiqim qalxacaq. Boş olsun, təzyiqim var. Yox, məndə təzyiq olmur ki. Hə, təzyiqdən danışma, təzyiq bütün dünyanı yıxdı. Sənin təzyiqinə baxma yenə. Mənim təzyiqim deyir, ovucumun içindədir. Bir şey olmamış, bir də görürsən keçlə. Əvvəl lap pis idim. Hə, indi qoy gəlsin. Adam var, ondan soruşaq ki, nə məsələdir. Hə, görək. Bu boyda həkimin içərisində adamın ki təzyiqi qalxır. Hə, inşallah. Hə. Vallah, mənə hərdən deyirlər ki, bəxtəvə başlayan həkimlər hamısı yanındadır, gedir bir-bir. Hansı həkim yanına getmişəm, heç birinin. Getdi. Valla getkinə. Elə təzyiqim... Niyə gedim? Sən həkim görəndən görəndən ki, təzyiqim qalxır. Canım ağrımır. Yox, təzyiqim deyirsən canım. Canın ağrımasın. Baxdılar ki, mən getdim, dedilər ki, təzyiqə görə müalicə olmalısan, bir həftə yatmalısan. Mən neyniyəcəm? Boy, güc yot. Bəs tamaşaçılar, bəs deyim, bəs mənim, o nə olan şeydir mən, hə? Nə olan şeydir mən? Bəs mənim tamaşaçılarım dəyərli insanlar, onlar deməyəcəklər ki, bizim neyimizə lazımdır, sən xəstəsən, xəstəydin, çaqılıb əvvəlcə oturardın evdə, nə işin vardı sən? O nə deməkdir, insanlıq halıdır, xəstələnə bilərəm. Biz efirdəyik, sən Allah. Valla görmüşsən bir sürü yaz gel. Ay, can, maşallah, əzizlərimiz, hər birinizi salamlayırıq, süfrən. Deyən, İlgiz, aha. Hər birinizi salamlayırıq, hər birinizə gözəl əhval-ruhiyyə arzulayırıq, əzizlərimiz. Allah hamınıza can sağlığı versin, ömrünüz uzun olsun, ondan sonra süfrəniz bol olsun. Gözəl bir günlərin birində inşallah görüşürük yenə də. Qonaqlarımız var, gözəl söhbətlərimiz var. Bəli. Qonaqlarımız bir-bir gələcək, sürpriz edir. İnşallah. Yavaş-yavaş. Sizdə necə? Aha. Aha, səs gəlir. Gəldi. Hayarət qopdu oradan. Qolaqların hamısı bir daha. Gəldilər, bir şeydən çox xoş gəlmişsiniz. Deyir, başqasının atına minən tez düşər. Biraz gecikmişdim, mən oturmuşdum yerində, başına dönərəm. Bağışlayın. Bunlar da çəkirlər. Canım, başına dönər. Nə bileyim, sakitcə bir bağlaca afaqlıq eləməsin, deyirlər qələt verər. Sən afaq olmağıma görə çox var. O sən deyə əl anasından olmuyor. Necəsiz Afaq xanım, nə var, nə yox? Sağ olun canım, sən necəsin? Çox sağ olun, necə biraz gecikdiniz? Gecikdim bəsə. Mən elə bildim, bu gün yoxdur da. Mənim daxil ustam işləmir. Getmişəm, düşmüşəm, ora, bura. Nə işləmir? İkinci günlər o işləmir. Qadın oynayır. Gələk mən dünəni ona deyirdim ki, gəl ha. Başa düşdün. Nəsə mən bir yerimi tapam. Özünə olur. Binədən oraya gəlib çıxa bilmir. Eyb yox, canınız sağ olsun. Eyb yox, dəmə də geçmişəm. Əşeyb yoxdur, bu Heç nə, 9 dəqiqə yerimcə oturmuşdum yerində. Yerimcə yerimi sikmişdim ki, gəldin. Yarım saat. Eyb yoxdur, canınız sağ olsun. Doğrudur. Yerimcə yerimi sikmişdim. İndi qəşək çay içərik, qonaqlar da gəlib. Buradadılar, Kimdir qonaqlar? Qonaqlar çox maraqlı insanlardılar, indi hazırlanırlar orada. Biri qaçdı, qaçan gördüm, siz götürdünüz, Afaq xanım gələn. Kim idi qaçdınız? Qız qaçdı içəri, bilmədim kim idi. Amma deyəm, mən sənə deyəcəklərim var, deyir hə. Deyir ki, o gün deyir, keçirdim, əlində deyir, vedrə. Mən kətdən aşağı deyir, enirdim. Açdıra bilmədim, vedrə sağ əlimdə idi, yoxsa sol əlimdə idi. Az sözümü tutar da, nə dəxli var bu məsələ, sağdadır ya soldadır. Hə, nəsə, deyəsən elə sağ. Elə onda gördüm. Elə onda gördüm ki, Feyruz bala, sən deyir, bir qız kəndin aşağısında deyir, bir qız var, mənim adı nədir? Ona çıqqildəşirlər. Feyruz ona deyir ki, ağaçda alma. Yox, deyir, nə deyir? Nə deyirdilər, hə? Onu anaşır. Yox, deyir. Deyir ki, ağaçdan xar olar. Yerə düşər, meyxoş olar. Oğlan öpər, qız xoş olar.
Qoymaq olub alma dərə. Deyən kimi qız səhərgində, bununla nişanlısına veriz bana. Mən bu dəqiqə gedim onun ciyərini çıxardım. Az. Sən hara gelsən, deyir gedirəm Feyruzun ciyərini çıxardım. Sən deyir dəhşətsən. Mən sənə söz demişəm, deyir gedirsən. Deyir, hayır, deyirsən demədin. Nə sən məni görmüşsən, nə mən səni görmüşəm. Üzləşdirsən. Aradan çıxacaq. Şıppıltı ilə deyir, çıxacaq, deyir, altına. Deyir, bu həkim deyir, bu zadı deyir, saldı deyir, işığa nə dedi? Hə, nə dedi? Uşaq olacaqmı, olmayacaq? Olmayacaqmı? Deyir, ayəşə, bilmir. Sonra deyir ki, sən dəqiq qulağını eşitdir, deyir, yox. Ağzın tərpənməyindən belə güman edilir ki, bu... Ağzı dəbərişməklə. Belə güman eləmək olardı deyir ki... Deyirəm, nə senaristlər var idi o vaxt, necə aktyorlar, necə aktyor, yaxşı ki, Afa xanım Allah can sağlığı versin. İndi Afa xanım heç olmasa, onların ətrini Afa xanımdan alır hamımız. Qorumaq lazım. Amma hər halda yoxdur da, belə senarilər yoxdur. Vallahi belə senarilər yazılır. Bəlkə də, deyirəm, bəlkə ay Afa xanım, belə senarilər insanları hesab edir ki, güldürməz. Bəlkə buna görədir. Amma yenə də görürsünüz yadımızda 50 il bundan, 40 il bundan qabaq olan tamaşadır. Sonra aeroplan deyib gəlirlər. Mən həmişə onlara baxıram da, otururam. Hamısı da var ha YouTube'da. Ay yoldaşdır, Feldibestir. Feldibestir. Bunlar elçi gəlmir. Qız da oxumuş, ali savadlı. Qız aeroplan sürəndi, təsəvvürlə qız. Gəliblər, indi elçi gəlib. Deyir, bu yetimə deyil. Bəs mən sənə deyir, qızını istəyirəm. Ay Feldibestir. Divara deyir, təzəyə yaxan lazımdır mı? Lazımdır. O boyda qız... Təzə ilə bilirsə, kət yerlərində o malın peyini yandırırlar, onu divara çəkirlər. Yoldaş deyir, pırçırsın, sən buna deyir, qulaq asma, bu qanmazın yekəsidir. Anası da deyir. Anası da deyir. Deyir, mənəm qanmaz, deyir, sən qanmazsın. Yetim deyir. Sana sübut eləyərəm ki, sən qanmazsın. Neçə dəfə, elə bir birinci dəfədir, elçi gəlib deyir, utanma, buna bax, elə bir birinci dəfə, birinci dəfə deyirlər, elə bir. Mən də deyir, qocalmışam da, buna da bir əl tutmaq lazımdır. Təzəyidir, o toğluya deyir. Divara deyir, yaxan lazımdır, gəl lazımdır. Siz o tamaşada oynamısınız, Afakan? Adı nədir o tamaşanın? 6 qızın biri pəri. 6 qızın biri fərə. Tamaşa bütöv var, yoxsa? Yox. Heyif yox, qısa. O vaxt belə aparatura yox idi. Qısa. Gözəl adlar olub. Çox. 6 qızın biri pəri, ondan sonra zat ləpələr, sonra bizə bircə xal lazımdır. Ayda gedib mən abra salar. Arvadlarını sən abra salarsan, kişilərdə var. Qulağımıza gəmişi deyilən yazır, rəhmətli. Bilirsən kimi gördüm orada? Nərman dayı vardı, Nərman dayı. Hə, orada bu da. Kimdir o? Bizdə tamaşaçı var idi. Nərman dayı, tamaşaçı vardı, uzun kişi. Bütün kanallara, onu mən, özü danmışdı o. O vaxtı demək, bu verilişlər tok show açılanda, xalq şousu açılanda, axı Azərbaycanda belə verilişlər yox idi. Və o xalq şousu açılanda, orada belə qərar verildi ki, tamaşaçılar, yəni xalqın nümayəndələri iştirak eləməlidirlər. Hardasa bir 50-yə yaxın tamaşaçı zalda əyləşməlidir. Biz də, mən 50 tamaşaçını hardan tapım? Televiziyadan da insanlar o vaxt qaçırdılar, heç kim istəmirdi də, nəsə belə onlara qeyri-adi gəlirdi. Dedim daha sizə, müsahibə götürmək istəyirdik metro yanında. Biz atdıq, cana piyada, qaçırdıq da arxasınca. Ağlam bir kəlmə söz deyir, əli məni öldürər, qardaşım məni tikə-tikə indi ağzımıza girirlər. Demək, nə mənada, ağzımıza nə mənada girir? Məsələn, birindən bir kəlmə söz istəyirəm ki, mənə lazım olan sözü. 80 nəfər adam toplaşır və hələ də ağzına gələn danışır. İmkan verin, mənə lazım olan sözü alım da, həm söhbətim. Nəsə sözüm onda yox. Metroya gedirdik, metrolardan tapır. Bu Nərman dayı da işə gedirdi. Düşdüyü metroya tamaşaçı yığmaq üçün. Allah akbar, özüm bugün kimi yapdı. Özü danışıb, indi sizə nümayiş etdirəcək o görüntüləri. Bugün özü danışdı. Nərman dayı ilə mən tanış oldum, dedim, bəs sizi verilişə çağırıram, axsaqqal kimi. Onda cavan idi də, belə kişinin canı sulu idi. Nəsə o, bu, düz görün, neçə ildir o verilişlərdə iştirak edirdi. Bəlkə də görsəm tanıyaram. Ay, tanıyarsan, 100%. İndi mən niyə qocalım? Elə qocalım, onu mən ağlı yerdə toxum. Onun deməli, yoldaşı Ukraynalı idi. Uşaqları da orada idi. O tək qalırdı, Razində yaşayırdı. Mənlə tez-tez əlaqə saxlayırsan. Mən bir il qocalar evi ilə işlədim axı o dövrdə, o dövrdə.
Onda mən onları tanıyırdım da, Hamısını tanıyırdım. Hamısını tanıyırdım o qocaları. Nəsə, böyük konsert oldu, gözəl, möhtəşəm, belə yaxşı yemək, içmək verdilər, qocaları sevindirdilər, onların qəlbini oxşadılar. Mənim özümün, demək, özüm şəxsən yerləşdirdim. Orada insanlar vardı, qocalar vardı, hansı ki mən yerləşdirmişəm onları da. İnanırsınız, demək, yerləşdiyim qocanın 3-ü rəhmədə gedib. Ay Allah, Allah rəhmət eləsin. 9-u amma oradadır. Sən Allah günləri güzəran necədir? Vicdanla deyirəm. Birinci, lüks təmir. Qadındır oran deyəsən. Bəli, təzə qoyma Samira xanım. Samira xanım, hə. Ondan əvvəlki də yaxşıdır, Qətibə xanım da yaxşıydı. Qətibə xanımdır. Ad çəkmirəm, lap əvvəl oradan girmək olmurdu, iyi gəlirdi. Mən sizə deyim, indi daha bu öz kanalımızda özümüzük. Ora CD ilə girmək olmurdu. Allah haqqı, bax, belə qalardıq. Belə qalardıq. CD ilə ora girmək olmurdu. Amma sonra o Qətibə xanım gəldi, ondan sonra indiki, özü də pediatr həkimdir indiki. Həkimdir özü də, gül kimi, təmizkar, belə bir şey qadındır. Mən bir gün tanış oldum onunla, mən tanımırdım, heç adını dəyişdirməmişdim. Nəsə tanış olduq, çox təmiz, çiçək kimi, gözəl təmir, gözəl ondan sonra xidmət. Onların idman salonlarına getdim, baxdım, orada idman edirlər hamısı. Həyətdə də idman edirlər. Həyətləri gülün çiçəyin içində, otaqlar hamısı nömrələr, belə də elə bir ki, oteldir. Çox gözəldir, çox gözəldir. Hər orada evlənənlər var idi, bir-birinə. Var, evlənənlər də var, ondan sonra evləri boşananlar da var. Və orada mən yerləşdirdim, bu neçə illər ərzində yerləşdirdiyim qocalar da var. Üçü amma çox heyfslənirəm ki, üçü, biri təzə ölüb. Bilirsən kim idi biri öləm? Məşhur Tarzan idi. Bəlkə baxdınız siz o verilişə, Tarzan. Məşhur? Hə, məşhur Tarzan idi. Arvadı alladım, evini almışdı, özünü də atmışdılar küçə Əlizadda, Parkinson yazıq gətirmişdilər verilişdə, onu biz yerləşdirdik ora. Yazıq dedi, nə gördüm səni, ömrümün ən gözəl günləri axırını dedi, burada gördüm. Sən gedib mənə danışırlar. Allah haqqı. Gecə yatıb durmuyum. Yazıq. Amma hər halda o... Ən rahat ölüm. Ən rahat, görsən. ASTV-nin musiqi departamentinin rəhbəri var idi, adı yadımdan çıxıyor o kişi. O kişini mən getdim, yadda gördüm, qocalar evində. Oturduq, söhbət elədik, dedim ki, bəs, dedi, ASTV-nin yad olmuşam da, musiqi direktoru olmuşam, dedim, orada kimsə incikliyi, nə bilim nə. Dedi ki, mən bir dənə Nisa Qasımovadan halallıq istəyərdim. Niyə? Dedim, nəyə görə? Onu efirə də verdik. Onu söndürç ilə qarışır. Söndürsən, başına dönərəm onu. Başüstü. O yüzden icazə vermirlər ki, olmaz. Çünki səslər qarışır, fərşir. Aha. Deməli, dedi ki, bəs mən bir dənə Nisa Qasımovadan halallıq istəyirəm. Niyə? Dedim, niyə? Dedi ki, o xəstəlik keçirirdi. Hansı bir konsertə getmişdi. O konsertdə mən deyir, onu kəsdim. Sonra deyir, mən onu qadağa qoydum. Çıxarmağa efirə. Amma ona deyir, pul lazım idi. Onun xəstəliyi var idi. O xəstəliyi müalicə elətdirmək üçün pul lazım idi. Mən ona vermədim. İmkan vermədim ki, o pul qazansın da. Qonorar qazanmalı idi. Qoymadım deyir. İndi mən ondan halallıq istəyirəm. Mən onu gətirdim verilişə, kişini. Nisa xanımı da gətirdim. Ay, necə ağlayırdılar bir-birini qucaqlayıb. Ki, o ondan gəldi Nisa xanımdan halallıq istəyirəm. Nisən çox həddindən ziyadə kövrək ürəyi var axı. Nisən Rus demişkən, bizə bidnayım. Gedə bilmirəm də. Nə qocalar evinə gedə bilmirəm, nə uşaq evinə gedə bilmirəm. Heç cürə gedə bilmirəm. Belə bilsən necə, bir dəfə başıma ki gəldi bir iş ki, getdim, uşaq evinə getdim, özə şəhərin mərkəzindədir. Neysə, girdim içəri, belə müdür zat hamısı o şeydir. Deməli, qıraqda da bir oğlan, bir qız dayanıblar. Elə demək olar ki, bir boydadılar el-qız. Amma o qədər ağlayıblar ki, uşaqların gözləri şişik, yanaqları qıpqırmızı, burunları qıpqırmızı. Dedim ki, bəs xanım, bu uşaqlara nə olub belə? Dedi, Afa xanım, bunlar çox varlı bir ailənin uşaqlarıdırlar. Dedim, hə. Dedi, bəs ata ilə ana ayrılır. Ana özü üçün, ata özü üçün. İndi bu uşaqları götürmək istəyən var. Amma deməli, qardaşı götürürlər, bacını götürmürlər. Ayrılırlar da. Ayrılırlar. Bunlar da artıq qalan uşaqlardılar. O
Ondan sonra heç nə yadımda deyil. O, bu, mən gedə bilmirəm. Ağırlı bir şeydir də, yəni. Çox ağırlıdır, həddindən ziyadə çox ağırlıdır. Belə, bilirsən, hərdən belə fikirləşirəm, deyirəm, ilahi pərverdigarım, necə bu zülümlə, bağışlasın məni, ağsaqqallar bir şeylər, zülümlə 9 ay sən onun bətnində gəzdirəsən, sonra dünyaya gətirəsən, aparasan, zibilliyə atasan, zibil yeşinin yanında qoyasan, uşaq evinin qapısında qoyasan, havanın soğuqluğundan, istiliyindən asılı olmayaraq. Mən heç cürə bunu, bax, bilirsiniz necə, mən heç cürə buna bir don geyindirə bilmirəm, bunu bir belə baxa bilmirəm, bundan bir nəticə çıxarda bilmirəm. Heç nəticə çıxarlası şey də deyil axı. Adi küçədə pişiyi görürsən, ona sahib çıxırsan onu ki, götürürsən, sahib çıxırsan. Yazıq, sən öz qanından, canından olanı aparıb atırsan. Gətirmə də bunu dünyaya. Gətirmə. Çox üzr istəyirəm. Burada yazıblar ki, sizin verilişinizdə olan Rövşənə doktor mənim uşağımı pis günə qoydu. Mənim verilişimdə Rövşənə adında doktor olmuyor. Rövşənə bizdə olmuyor. Bizdə olmuyor. Yox, Rövşənə kimdir? Bizim verilişimizdə siz səhv salırsınız. O başqa verilişdə olub. Bizdə pediatr Kənan Qarayevdir. Çox peşəkar, çox gözəl həkimdir. Rövşənə adında bizdə Rövşənə olub bizdə. Rövşənə adında həkim olmuyor. Bir qələbə günüdür də. Can, biz də darıxırıq. Görsən hamı deyir, necə darıxırıq deyir sizin üçün. Canlarım mənim. Bu günlərim olan qalan o müharibə iştirakçılarına Qalan var. təbrik edirik. Var. Az olar amma çox. Azdır, çox azdır, hə. Onlara can sağlıq arzulayır. Mənim atam da müharibə iştirakçısı. Mənim də əmim. Zaten lalkar qayıdıbdır. Rəhmətdə indi bilmirəm, nə bilim, bizi güldürmək üçün danışın. Hə, atam, danışın. Deyir ki, ay balam deyir, vırışırıq deyir. Bir gündür meşədə deyir. Hə, çəkildimdir biraz ağaclığa. Bir də gördüm o tərəfdən də nemis gəlir. İndi deyir, ikimiz dedir ağacın, hərəmiz bir ağacın qabağında dayanmışıq. Baxırıq deyir bir-birimizə. Hə, ki, ondan sonra deyir, o deyir, özünü düzəltdi, keçdi, getdi, otur. Mən dedim, özüm gəldim, birdən deyir, dedim, hadi, bir dənə nemis öldürüm deyir, sonrası da. Fırladım, deyir, avtomatı buraxdım buna, anası ölmüşə təsəvvür. Amma özü kar qayıtmışdı. Vay. Bir də basıb bağlayanlar çox olurdu, yalandan danışanlar çox olurdu. Çıxdım, belə nemisin birini orada qırdım, birini orada qırdım. Deməli, zat bizim məhəllədə, mən Mustafa Şübhədə böyümüşəm də, Uğur Mirzəfədəli. Yaşayıq demək. Orada deməli, bir dənə göqçü kişi var idi. İndi ondan adam qalmır. Bilmirəm ki, qoymağa qalmır. Arif kişi. Göqçü idi. Gedirdi, özü də belə şey, belə danışır. Gedim mən üçün pul getirin, Arif daha göl kimsə üçün nə danışacaq? Biz də gedirdi, təsəvvür, evdə 10 köpüyü, 15 köpüyü, yalvar, qırğın, qiyamət, bütün qapılardan ağlamaq səsi gəlir. Yığıb getirib qoyurdu bunun ovucuna. Ala deyir, müharibədəyəm, biz nə başa düşürük müharibə nədir? Hə, oturmuşam da, atıram deyir, ağzından su axır təsəvvür edir. Birdən deyir, adir elə təzədir, qırıb qutarmışdım, dedim, gördüm, belim ağrıyır. Dedim, oturum bir damcı, istirahət eləyim, hə. Elə deyir, belə elə bir də gördüm, bir dənə əli qoydular çiynimə, belə çiynə. Hə, doğrudan uşaqlar diksindim. Diksindim, deyir, döndüm, deyir, baxdım, gördüm, kim olsa yaxşıdır. Mən dedim, Meşdəmi. Bir dənə Meşdəmi. Biridir Meşdəmi, biridir Saşa, Piyanska Saşa, biridir kim? Ala yox, Stalin. Vaa, Stalin gəl buna. Stalin deyir. Əlin qoyub çiyindən. Stalin dedi ki, başıva dönüm. Elə deyib Azərbaycan özdə. İstirahət eləməginə. Çünki bütün güman sənədir. Hə. Keç bu gel. Uşaqlar deyir, o vaxt, bu vaxt deyir, hələ də acam deyir. Gedin görün öydə nə var, hər öz bir şey getirin gəlində, əmi yesin. Bəs mən qırmışam düşmənlər, süzür. Biz də gedirdik, yenə ağlayırdıq, o katlet getirirdi, bu şöreyin qırıntısını getirirdi, bu nə bilən qaynanmış kartof getirirdi. Evdə nə varsa oğlayıb getirib verirdi bunu. Bu belənçiyinə bizi ilə bir haradasa bir 4 il yaşadı. 4 il bu bizi doladı. Müharibə, nə bilim, belə atdım, belə tutdum. Stalin də gəldi, dedi ki, bəs bütün güman sənədir. Əgər işdir şahid, qırmasan, qutardı getdi. Dostlar, zəhmət olmasa like edin, çox vətəndaş bizi izləsin, bizi görsün. Qonaqlarımız var, o vaxtdan gözəl, oxuya bilmədim. Elgiz bəy, hər gün səbirsizliklə gözləyirəm ki, canlı açasınız. Canım, ürəyim, əlbəttə, biz də sizə görə buradayıq. Elgiz, sən inanırsan ki,
real həyatdır bax bu insanlar. İnsanlar indi bu dəqiqə çox darıxırlar. Çox darıxırlar. Vallahi çox. Bax məsələn gedirsən, deyir, məsələ edirəm də gedəsən deyəsən ki, dur aparıram sən məsələn bir tamaşaya, bir kino getmək istəmirlər. Əlbəttə. Deyir yox, elə oturmuşam belə şey. Elçiliyə baxın amma elçilik kinosu çox maraqlıdır. Baxanlar çox bəyənir vallahi. Getdi o qız. Qız kimdir? Şemanila. Nədir o? Qızın 60 yaşı var ya, 60 neçə yaşı var. Nə deyim ona? Oğlan getdi. Şiir qulurma. İşte qız. Qız Şah Abbası taxta Nadir Şah qundaqda görüm maşallah. Sən idin o günləri. Amma necə gözəl qalır. Ər axtarırdın ona. Aldı ər axtarmırdım. Dedim ki, mən bunu verin getsin. Dedim, heç sataşan da yoxdur. Onu götürəm olsa verirlər. Zəng gelib mənə ki, sataşan nə demək? Az dedim heç nə, yəni ki, səni çox istəyənlər ki, çox. Deyir order, deyir. O filmdə var, filmdə demək, bu demək gəlib, bu Pərvanə getmək istəmir. Bunun oğluna getmək istəmir. İndi bu istəyir ki, darabara salsın. Bunlar qayıdıb geçsinlər Türkiyəyə. Neyiniyim, neynəmiyim? Biz yemək yəndə bu qayıdır ki, ay ben çok korkuyorum. Nə bilim, nəsə oldu, çok korktum. Aha, Pərvanə bildi ki, bu gecələr qorxur. Tək qalmağa çox qorxur. Yemə, içmə, get o xain maskasını. Maska yoxdur belə maskanı. Gecə aç pəncərə, gir bir otağına. Bu da qışqırır, ay, nəsə aləm dəyər bir-birinə, düşüb aşağı. İndi mən də gəlmişəm, buna deyirəm ki, az nə olub, nöş qışqırırsan, deyir, haylət. Mən də deyirəm ki, bu xəyallar harada utanır, bizim qonşuda bir xəyallar var, elə biləm onu deyir ki, xəyallar, nəsə mənim bu xəyalət deyilmiş. İndi sabaha kimi heç kim yatmayacaq, işıqda oturmuşuq, bax belə, bu qorxur, nəsə. İndi səhər açılıb, 1 saat yatmışam, ya saat yarım yatmışam, filmdən söhbət edirəm ha. Bu mənə deyir ki, ay, Qorxmaz bəy, nasıl yatdınız? Buna deyirəm ki, başımın ağrısından ölürəm, sənin canın üçün bir dənə elə bil ki, direlin başına, bu boyda şeysi, nədir o direlin başına salmışsan, o fırlanan şeyin adı nədir? Nədir onun adı? Sverdlo. Bu direlin başına bir dənə Sverdlo salmışsan beynimin ortasına, tır, bu da qayt ki, Sverdlo nə? Asışla, özündə tarsa. Amma mən sənə bir dənə söz deyim, o Azərbaycan dili tərtəmiz bilir. Nə indi bizə doluyub? Yox, dolamır, amma çox gözəl. Bu nə? Yox, indi bilmədiklərini də öyrənir, hamısını bilir. O gün görməyi nə deyir? Deyir ki, Elgiz, burada bir söz var, mən çox ehtiyat edirəm. Mən istədim onu bir nəfərə deyəm. Amma deyir, özümü saxladım. Dedim, nə demək istərdin ki ona? Mən ona cındır demək istədim. Dedim, az yaxşı demək. Sağ sənin yaman günə qoyalım. Az dedim, onu dedim. Ay, dedim, aslında sən kim öyrədin? Cındır, Hüseyin. Kimsə bunu öyrədim ki, güya ki, cındır gözəl sözdür. Birindən xoşlarsın, nə gözəl cındırsan sən. Dedim, yaxşı ki, deməmsən, çox üzr istəyəm, əfədərsiniz. Mənə belə gəlir ki, türklər cındır sözünü işlədir. Yoxdur, çatlaq var onlarda, çatlaq var. Amma cındır sözü yoxdur. Cındır da nə deməkdir? Bu ədəbi sözdür. Bu cındır, demək, ifunət iyi verən, pislikləri silib təmizləmək üçün istifadə olunan əski parçasına cındır deyilir. Bu Azərbaycanda ədəbi sözdür. Yəni mən sizə deyim, bu belə, yəni ədəbiyyatda bu söz var, istifadə olunur. Və siz bilirsiniz ki, bu sözü tez-tez bir adamın ünvanına, Paşinyan ünvanına tez-tez deyirlər. Hətta o belə çağırıb, mən sizə bu informasiyanı deyim, mən onu, demək, onların segmentlərindən oxudum. Deyir, Paşinyan çağırıb ki, bəs Azərbaycan insanları mənə cındır, bu nə deməkdir bu söz? Ona başa sahiblər ki, çox üzr istəyəm, yəni pokpüsürü silib təmizləmək üçün əskidir, sənə deyirlər onu. Yəni o da... Düyün dayanmışdı. Nə demişdi? Moskvadaydı. Nəsə. Və dostlar, gözəl qonaqlarımız var. Ay, bu nə gözəl balaqdır. Elə bir kişidir balaca. Gəldi qabağımı öpüşdüm məndən, amma bilmədim kimdir. Bətülün sabahları ad günüdür inşallah. Bətülün sabah ad günüdür. Bətül milyon bir səs toplayır. Maşallah, ay Allah, bunu bədnəzərdən gözdən uzaq olsun. Ay Allah. Kimdir bu, kimin oğludur? Bu demək, siz yaxşı məlumat verərsiniz, toyda tanış olurlar, deyir. Yox, bunun qardaşı mənim oğlumla bir sinifdə oxuyublar. Hansı oğlundan? Mahidlə? Bir sinifdə oxuyublar. Hanı qardaşı buradadır? Burada olmalıydı. Gəlsin görək qardaşı. Ay Nurlan. Nurlan.
Oğlum. Nə yaxşı. Hə. Sinifdə oxuyublar, dost olublar. Sonra da Salam Nurlan, bu da oğlan. Bu da oğlan qardaşıdır. Maşallah, bu boyda oğlan belə balaca qardaşı var. elə biz Arazda bu Var, ortancıl da var, o da əskərlikdən. Hələ o da əsgərlikdəndir. Mən də biləm sənin oğlundur. Yox, Gündə çiçəklidir bu oğlan, dedim bəlkə atası da gəlir. yaşdır, o nə oğlu. Allahım, Nahid, sən də yaşıddır bu oğlan. Valla sən də qocalmısan ey. Bunlar vaxt. Mənə, yox, əstağfurullah. Neçə, gəl əyləş, otur orada, orada otur. Gəl bala, gəl otur özündə. Hə, yaxşı demirik. Xaraşo, okey. Ay, Bir yaşında Nahid orada şeydə qoyurlar 35 yaş. Sən valla. Bəşin Oyun adətidir. çıxardırlar. Qoyur orada 35 yaş. Bəşir. Hə, 35 yaşında deyilir ki. Dən deyir ki, yəni 35 yaşım var. Hə, tutaq ki, dedi, sonra. Nə işinə? Sonra yaxşı olur. Koca arvadlar yüzüm çəkildi mənə. Vay. Demək sən belə qardaşınla yaşın, sənin aranda yaş çoxdur, incitmir ki səni? Səni çox istəyir. Əlində gəzdirirlər səni. Ay Allah. Qəşəng səsi var Elgiz. Yaxşı. Elə gözəl oxuyur. Qaqaşın. Nə danışırsan? Hə, Oxu görək. Bir də oxu balamsan. Allah. Bir də oxu. Deyən imkan vermir oxusun deyə. Sən mənim yazıma birinci yağış, sən mənim qışıma sonuncu qardın. Sən mənim yazıma birinci yağış, sən mənim qışıma sonuncu qardın. O mənim qəlbimdən vadamamış, pərişan bir eşki hara apardın. O mənim qəlbimdən vadamamış, pərişan bir eşki hara apardın. Apardın, hara apardın. Pərişan bir eşki hara apardın. Apardın, hara apardın. Pərişan bir eşki hara apardın. Yusif Mustafayevin uşaqlığına oxşuyur. Müğənni Yusif Mustafa. Adıma deyələ sən Yusifin uşaqlarda O görmüsən. vaxt elə görüb alırdım, belə mətəbirəm, elə onu salmaq istəyirəm yadıma ki. O da belə Yusuf Mustafa- yaraşıqlı bir uşaq olub da gəncliyində. Mən yadı saldıram, mən Sən ona orada söyləyəm. Sən görmüsən onu, uşaqlığını görərsən sonra. Allah rəhmət Allah eləsin. rəhmət Sumqayıt eləsin. teatrında Məmməd kişi var idi. Məmməd kişi. Aha. Biraz da qulağı ağır eşidirdim. Hə. Belə qoca rollarınız adı, gələn var, gedən var, belə rollar oynayırdı. Allah qəni rəhmət eləsin. Uşaqları çox layiqli uşaqlardır. Hə ki, elə o yan bu yan biz bəlkə otururdu, məşqdə yorulduq indi bir damcı otururdu. Hə, deyir ki şeydir. Sənin yadına gələr. Bu 38-də bir qaçaqaç düşdü. Bilmirsən, yadında dedilər bu Rusiya mənə deyir. Hə, Rus-Yapon müharibəsi başlayan dövrlər idi ya, yadındadır. Deyirəm, hə Məmməd dayı yadındadır. Hə. Onda deyir, mənə deyir, mən də elə təzə deyir, böyüyürdüm də, uşaq idim deyir. Hə, deyir, mənə deyir, dedilər ki, nə badə bu nəsildən qız alasan. Mən deyir, qulaq asmadım. Böyük səhvələr. Mən deyir, qulaq asmadım, gəldim deyir, 42-də bu arvadı aldım, 43-dən deyir, bu arvad xəstədir. Yazıq. Yadımdadır bir dənə doktor var idi ya, Cuda, mənə də 54 idi, bilmirəm, 53 idi, çıxdı getdi Bakıdan. Məmməd dayı, mən yetim 55-əm, 55. İndi, mən Yusuf Mustafayevin uşaqlığı mənim yadımdadır. Dostlar, like eləyin. Zəhmət olmasa, çox səndən yoxdur, çox təşəkkür edirəm canım. Yazıq o gəli düşən düşüb, nə? Yazıq o gəli. Hə, mənim yadımda qalıb Yusif Mustafayevin uşaqlığı. Mən Yusifdən xahiş edirəm, uşaqlı şəklini gətirək, göstərərik, nümayiş etdirərik sizə. Bir dənə qurban sənsin. Dostlar, like eləməyi unutmayın. Like eləyin ki, çox insan bizi seyr eləsin, çox xahiş edirəm. Bax, buradan baxıram, görürəm. Və bizim daimi tamaşaçılar var artıq burada. Ümumiyyətlə, istəyirəm hamıya genel olaraq bildirim ki, Quba Majid Otel. Demək, Quba rayonu, Küsnət Qazma kəndində, təbiətin qoynunda yerləşən Quba Majid Oteli, Majid Otel, ailəvi istirahət mərkəzi olmaqla yanaşı, yüksək səviyyədə sanatoriya kimi fəaliyyət göstərir. Burada duz otağı, mineral su vannaları, fizioterapiya, masaj, zəli ilə müalicə, ozon terapiya kimi tibbi xidmətlərdən yararlanmaq mümkündür. Həm dincəlib, həm də müalicə ala bilirsiniz. Quba Majid Otel və sanatoriyası bizim seçimimizdir. Sıra sizdədir.
Demək, ağaclıqların meşənin içində olan bu sanatoriyada hər şey var. Fizioterapiya, masaj, zəli, ondan sonra azan terapiya, 3 dəfə gündə yemək, ya 3 dəfə deyə, ən azı 2 dəfə yemək var. Sonra dietik yeməklər də verirlər, diyeti saxlayan insanlar üçün, onlar üçün ayrı. Bütün bunlar cəmi 47 manat 50 qəpik. 50 qəpik əvvəlcədə ödəyirsiniz, 47 manatı bölürsünüz elə bir aylara, ya illərə, elə deyil. Yox, nə aylar illərə, 47 manat nədir ki, aylara illərə bölsünlər? Elə 47 manat 50 qəpik gözəldir. Ayağıma vurma. Superdir. Məcid Otel, sağlamlıq mərkəzi. Həm burada demək istirahət edirsiniz, həm də müalicə olursunuz. Gözəl, təbiətin qoynunda, çayın qırağında, nömrələr gül kimi, çiçək kimi. Yazın nömrəni, zəhmət olmasa. Kisnət qazma elə özü gözəldir. Çox gözəldir. Kisnətdə mənim bağım var. 077 492 21 20 077 492 21 20 055 629 27 26. İndi yazın, zəhmət olmasa. Qələmlərinizi götürün, bir də deyirəm. 077 492 21 20. İndi irəliləyən dəqiqələrdə çatdıra bilməyənlər. 492 21 20 77 yadımda saxlayın. 77 yazın. 492 21 20 çox rahat nömrədir. Və dostlar, digər bir qonağımız bizim çox dəyərli, çox sənətkardır. Sənətkar. Gülnar Əhmədli. Əlləri qızı. Yazıq gələnlər mətbəxdə və həkimlər. Gülnar xanım, xahiş edirik. Gülnar xanım, əziyyət çəkmişsiniz, doktor. Əcəb eləmişsiniz. Gəlin bura, canım. Valla əziyyət çəkmişsiniz. Loğman. Loğman, bəli. Siz zəhmət olsun divanda eləşə bilərsiniz, narahat olmayın. Deyirəm ki, nə gözəl demək bizim həkimlərimiz var. O gün gördünsə film, biz burada efirdə də biz bunu sujet kimi insanların diqqətinə çatdırırıq. Burada başlayanları efirdən də seyr edirsiniz. Sən efirdən gördün də, baxmamışdın verilişə. Ülviyə xanımın sən lavaş yaymağını gördün. Halal olsun. Çox deməyə ilgili. Orada tort pişirmişəm. Yox, özün pişirmişsən tortu. Yalan deyil, gözümün içinə. Yox, həşi. Eyb yox, nə dəxli var ki? Ən əsaslı ki, tort bizim tortun üstündədir. Zəhmət olmasa tortu gətirin bura qoyub bir baxaq görün. İndi sənə çox vacib idi, onu soruşasan özün pişirsən. Onu yox, onu yox bu tortu. O tortu. Onun əlləri xarüqələr yaradır. Kimin əlləri? Əlbəttə, Bunu eləsinə qoy, bunun üstünə ki, biraz hündürdə görünsün. Çox təşəkkürlər. Amma bəlkə belə şey yox, bunun üstünə qoysun, o yıxılar. Götür ataş onu. Qoy bunun üstünə. Rəhmət olsa bunun üstünə. Bu verilişin adı Elgizli Axşamlardır. Elgizli o YouTube kanalında Elgizli Axşam. Elgizlə Axşam, hə? Elədir. Elgizli Axşamlar. Dostlar, like eləyin. Like eləyin ki, çox insan bizi seyr eləsin. Like eləyin ki, çox insan bizi seyr eləsin. Sən dedim, sən bir dözməyə içər aparmayacaq. Çox şükürlər olsun ki, TikTok'da səviyyəli bir şey canlı yayım izləyə bilirik. Çox təşəkkür edirəm. Səni bir dözməyə çox sağ olun, çox minnətdaram. Çox təşəkkürlər, var olasınız gözəl sözlərə görə. Nə var, üstünə batırdım mı? Bu bic balalar var ha, burada anasını tanımayan var, burada bir dənəsi var. Get öz paltarlarına. Onu polisə. Qoy geçsin, batsınlar, geçsinlər, otursunlar orada. Bacıları ki, bunlar üçün yalvarır, adamın ayağına düşür. Deyirəm, onlar görürsə xəcalət çəkmir, anası gəlir, bacısı gəlir, yıxılır adamın ayağının altına. Bağışda bir qələt deyir, dədəsinin ağzından. Hayca! Neyini, bebeğim? Əş məsələndə sözdə deyirəm də. Saatı burada qalmış edir, söylüyorsun. Yox. Nəsə yazır?
Sən tortu gətirmirsən, bəs çay kim gətirəcək? Mən. Yenə mən. Doktor. Üzümə baxıb ağın gördüm. Orada yaş salfetka var. Çox təşəkkür edirəm. Yoxdur. Onda bunu bir Çox sağ ol. Ay yox, Mən yox, şirin şeylər çox yemürəm. Vallahi indi belədir də Azərbaycanlı xalqımız, adətimiz var ki, şirin şey yaparıq. Bakılı, təşəkkür edirəm. Çox sağ ol hədiyyənə görə, canım mənim. Çox sağ ol, can. Hə? Necə? Sən şirin yemirsən? Şirini belə bilsən necə yeyirəm? Çox az, bir damcı. Təzyiqimə görə yeyə bilmirəm. Ümumiyyətlə, ürəyim istəmir çox. Hərdən görsən ki, şirin şəkərim də düşür, elə deyirlər. Adam ürəyə şirin şey istəyir, bir balaca biraz. Amma bu tortdan mütləq yeyəcək də, əziyyət çəkib gətirib. Çox təşəkkür edirəm hədiyyələrə görə. Orxan, çox sağ ol. Orxan 211, təşəkkür edirəm Orxan. Çox sağ ol, canım mənim. Allah can sağlığı versin. Lucio Ofi. Təşəkkür edirəm, çox sağ ol. Payın artıq olsun, əzizim. Ayka canım, çox sağ ol. Lucio, çox sağ ol. Çox təşəkkür. O adından göndərir, hədiyyə göndərir bizə. Gülya Zey, təşəkkür edirəm, çox sağ ol. Baxın, onlar sənə hədiyyə göndərirlər. Əşində nə göndərirlər, mən bilirəm ki, göndərirlər. Necə göndərirlər, sən bəs açmırsan nə hədiyyədir? Yox, açmıram, sonra açacağım da, açacağım, niyə bilmirəm. Hə? Aça bilmirəm. Kim aça bilmir ha? Siz də supersiniz. Nə danışırsan? Əzizim, Ayqa, çox sağ ol. Sivrilola deşər o zadı telefonu. Çox təşəkkür edirəm, o bilsin ki, ona orada şey göndərir. Luci deyir, kimdir? Deyir, bura Luci yazılmışdı. LLS 97. Təşəkkür edirəm. Lucio, ofisial. Təşəkkür edirəm, çox sağ olun. Musayeva, çox sağ olun. Siz də bizim canımızsınız. Çox təşəkkür edirəm. Var olasınız. Onların əlindən çay dəysin. Puldur, bax, puldur. Sən az bizim, necə deyim sizə, qulluğumuzda durursa, bizi sağaldırsan. Deməli... Şəfa verirsən bizə, əlbəttə. Sən bir dənə söz deyim, ha. Kəpəz hospitalı. Adlandır. Adlandır ya, maşallah. Bilsən ki, həkimlər yığılıb ora. Bilsən ki, həkimlər var orada. Valla mən çox sevinirəm, həddindən ziyadə. Çox sevinirəm. Süleyman gözəl işləyir. Şeydə, doktor da gəldi, o Allah düzəldir. Doktor, Benjamin doktor da gəldi. Bütün orada olan çox gözəl, çox yüksək səviyyədə olan Gülnar xanım orada. Gülnar xanım orada. Fizioterapevt. Amma dostlar, həqiqətən də sağ ol. Qeyri-adi doktordur. Əlləri qızıldır, qızıl. Əvvəlan aparaturası da görmüşdür. Həmin o aparatura deməli Gülnar xanımın istəyi ilə gəlib ora. Kimin köynəyinə? Mənim köynəyim. Bəyənmədiniz köynəyini. Amma deməli bunu indi işlətmək də lazımdır axı. İnanın ki, bir neçə gün mən Gülnar xanımın yanına getdim, gəldim. Yəni kursun başa çatana qədər. Və yer işimdə yəni ağırlarımda nə qədər toxtaqlıq hiss elədim. Qurbandır. Nə qədər təşəkkür elədim Gülnar xanıma, nə qədər təşəkkür elədim. Nə qədər də təşəkkür eləsəm azdır. Bilirsiniz, mənim, ya mən danışmaram, danışsam da heç vaxt yalan danışmaram. Doğrudan da mən dedim, kaş, mənim indi hələ ikinci, üçüncü kurslarım var. Amma bütün bunlara baxmama artıq özümdə dirçəliş hiss eləyirəm. Çünki Gülnar xanıma qədər daxı mən operasiyalardır, ondan sonra o, nə bilim, sağalma prosesləri, belə filan, beş məkan. Amma Gülnar xanım doğrudan da bir möcüzə oldu. İnanın mənim səmimiyyətimə. Fizioterapiyada öz sözünü demiş. Fizioterapiyada öz sözünü demiş və deyən əsl mütəxəssisdir. Telefon nömrəsini istəyirlər, burada yazırlar. Telefon nömrəsi Kəpəz klinikasında çalışır Gülnar xanım. Kimə güclü, peşəkar, professional fizioterapevt lazımsa Gülnar xanımın yanına gəlsin. Dünən gördünüz kişi nə vəziyyət, bu gün idi də nə vəziyyətdə gəlmişdi. Kişi heyva hop-stop oynadı kişi. Nahidin özü, maşallah. Nömrəni deyin, zəhmət olmasa. 051 525 17 051 525 17 17 Gülnar Əhmədli 055 517 525 17 17 525 17 17 Canım kanalda deyilik, kanalda deyilik, evdəyik. Evdə oturmuşuq, kanalda deyilik, özdə veriliş də deyil, xahiş edirəm veriliş deyil. Biz oturmuşuq, dost söhbətidir, sizdən paylaşırıq. Şimdi onlara belə, onlara necə rahat gəlsə nə qədər sevinirlər. Deyirlər, ailəlicə oturub izlədiyimiz, nəhayət ki, TikTokda bir platformada belə bir görüş oldu. Bu görüşdür. Gəncələrə quzu kəsim. Öpürəm hamınızı. Allah hamınızı var eləsin. Gəncəyə gələcəm bu yaxında. Sayda,
Teşekkür ederim. Sayda can, sanım sana qurban. Sayda can. Gül göndər bir mənə. Nə göndərir? Gül. Amma mən onun üçün oxuyuram. Ev yoxdur. Bir yarı var həcinin, onun adı Gülnara idi. Bir yarı var həcinin, onun adı Gülnara idi. Yanağı yablıqadı, sanki bir ceyran... Yox, ceyrandı bu can. Yanağı yablıqadı. Uşaqlar necə əzbər bilir deyə. Bizim məhəllədə bir oğlan var, pastayanla oxuyurdu. Bir yarı var həcinin, onun adı Gülnara idi. Sevgilisinin adı Gülnara idi. Allah rəhmət eləsin, qədəş deyirdi, yazığı maşın vurdu, öldürdü yazığı. O boyda kişinin o boğulan, 2 metr boyu vardı ya. Şəkər bala, gül bala, çiçək bala. Və Mirəli. Deyirəm, görürsən, tamaşaçılar baxsınlar. Görürsən Mirəli, boz, təşəkkür edirəm, boz. Mirəlini tanıyacaqlar. Mirəli kimdir ki? Hə, indi gəl özünü təqdim edəcək. Mirəlini görün kim tanıyacaq, bax buradan baxın. Mirəli. Hə, boz, Sahidə, təşəkkür edirəm. Mirəlim, çox sağ olun. Salam, əyləş, hə, Mirəli. Otur başına bırak. Mirəli, Mirəli. Bu Mir sözü o insanların adının əvvəlinə əlavə olunur ki... Seyid də Seyid olur. Seyid nə deməkdir? Xahiş edirəm, onu mənə deyin. Seyid, deməli, Məhəmməd Peyğəmbərin nəslindən olan adamlara. Deyirəm, maşallah, qurban olduğumun nəslinin yarısını da Azərbaycanda yaşayır ki. Bəsən? Yaxşı da. Valla. Ha? Mən elə. Sən elə Quran-ı Kərimin özünü də gör nə qədər məbədlər, gör nə qədər zətdə Azərbaycan, Bakıya yazılıbdır, Azərbaycan yazılıbdır, Quran-ı Kərimdə də var. Nə bilim, valla, nə deyim, mən belə şeylərdən çox... Belə, tamaşaçının biri yazdı, nəhayət ki, normal rəhdə çay gördük deyir burada. Mən gətirmişim. Ay, bunu Gülnar xanım gətirdim. Almışdır. Tanımırsan bəyə bilkini? Yox, elə mən onun həsrətindəyim. Sən Allah, İlkini tanımır. Gəl bura, onda sən mənim balam, orada otur. Həyat yoldaşınız üçün çay gətirmək lazımdır. İlkin tarı gətirmişsən. Bunlar xanım, burada şey var, nədir onlar? Sana qoyaq fikirli. Əlim şey gəlir. Gül qədər ömrümüz olsun, çiçək qədər ömrümüz olsun. Bunu mənə Betul gətirmişdi. Hə, Mən onu koydum. yəni Elgizə gəlmir də mənə gəlib. Yox, Elgizə gəlmir. Elgizə gəlmir. Düzdür, canım. Sənə gəlsin, mən elə bilərəm, mənə gəlsin. O nə demək daha? Yox, elə mənə gəlsin, sən gəlsin. Sən gələn mənə gəlsin. Yox, onu demirik, gülü deyir. Doktor, necəsiz, nə var, nə yox, keyfiniz özünüz? Doktor, gəldim klinikaya. Hə, sizi görmək olmur. Həyat yoldaşınıza deyirəm ki, bizə bir görüş ayarlayın da, doktorla bir söhbət eləmək. Hə. Heç bir xəbər yoxdur. Demək, İlkin Əhmədli, bizim dəyərli fizioterapevt, Gülnar Əhmədlinin həyat yoldaşıdır. Bəli. Bunlar iki qaranquşdular. Allahları var eləsin. Hə, bunlar demək, bir yerdə oxudular, bir yerdə institutu bitirdilər. Sonra deyir ki, İlkin danışır, bu çox utancaqdır, İlkin belə danışmır. Mənə danışmır, mən də sizə danışıram da. Hə, sonra deyir ki, evlənmək vaxtı çatıb İlkinin. Deyiblər, fikirləşiblər ki, gəlin oturaq fikirləşək ki, bu İlkini kimi alaq? Kimi alaq, filan kəsin qızı, hə, harada oxuyur, mexanika riyaziyyat, yox. Bütün gün oturacaq, fikirləşəcək, çak, ayan şey. Yox, başqa bir qız var, kimin qızıdır, hə, harada oxuyub, qutarıb, biologiyanı. Vaxt ev eşiyi olacaq, bütün günü bitkilər, ondan sonra şey. Filan kəsin qızı, o da zoologiyanı qutarıb. Evdə dolu olacaq skeletlər, ondan sonra kəpənəklər qaçışacaq, uçuşacaq və s. və ilaxır. Amma gözəl sənətlərdir, mən heç də demirəm, bu adları çəkdiyim sənətlər çox gözəl sənətlərdir, yəni ki, hərdən görsək insanlar səhv başa düşür bizim fikirlərimizi. Ay, nə tünd oldu, onu mən içsəm 2 dənə dombalaq evin ortasında. Özdə sayto ha. Bir belə beyin təzyiqim qalxar, ölərəm, Allah haqqım onu isə. Xahiş edirəm, mən üçün qeynət nəsibə deyirdi, qeynətmə. Bəs mürəbbələr olur. Öz bağımızdan əlimlə dərdiyim üzümün mürəbbəsini sizə Bağın üzüm dərdi. Hə, pişirmişəm. Mən pişirməmişəm, düz yalan deyərəm, mürəbbə pişirməyə bacarıram. Can. Hə, o vaxtı sezonunda mən elə biləm indi dərmisən. İndi üzüm var başımda. Gedirdim meynələrimin canım çünki siz niyə verirsiniz? Yox. Həyatda elə ki, bağda, demək o meynələr. Baxın, qrupnu. Qrupnu varsa göstərin, meyvə
mürəbbə gətirəm. Elgiz pişirib, mən təqdim edirəm. Ay Allahlar necə evdardılar, necə gözəl həkimlər hamısı evdar deyir. Mən belə şey görməmişəm. Həkim də elə müvəkkiləm, bir dəqiqə salaram yerə hamısı Hemşinas, elə dağını gətirdim, imkan vermədin də dağ. Dağını gətirirdim də. Sizə qurban olun, siz görürsünüz, mən təhlükəli bir şəraitdə oturmuşam. Niyə? Niyə təhlükəlidir? Hər bir cürə xəssiyyəti var, adam qorxur. Başıma dönər. Nədən can, nədən qorxursan, sən Allah? Əşək deyib bir şeydir, nədə həkimdir, dedi vuracam, sındıracam aləmi. Abi onu demirəm, deyirəm qayını şeydir, nədir, bu çayı mən istəyəm, tün çayı. Davliyəm qalxar. Yox, mən dedim. Yəni davliyəm qalxar, davliyədən danışıram. Deyirəm qalxar, salto gedərəm, yəni başım gicərlərlər. Bax Hüseyin, sən hara getdin bunu? Mən qorxacağam, deneyim. Yox, qorxma ya, 15 yaşında. Ay şey gətir, qurban olaram sənə. Eterin içində özlərim partladırmışlar, ondan qorxmuyor. Gülnar xanım, Quran haqqı, baxın. Mən görüm. Yox, yaxşıdır. Can, daha keçib da, sən mən limonda, sən mən can. Deyir, əbili, o şeydə, sabuna 2 dənə də mənə versən, nə əkdir? Hələ orta işlə yoxdur ya. Hələ bunlar plan qururlar. İçəridəki sabun, Nəsibə sağır rəhməti başı ki, əbili, 2 dənə o sabundan mən. Ay, ilkinin sevgisindən danışmadı ki. Şimdi deyən danışıcı, sən də gəl də, sən gözləyirəm. Hamımız olar ki, maraqlıdır. Bu sevgi dastanı, deyə bu? Sevgi dastanıdır. O danışır, mən başqa adam danışır. Qeynəsi danışır mənə. Bu söz danışandır. Kəlbətdə iş verilmişdə danışmır heç o. Danışmır, yox. O ancaq sənətinlə nümayiş etdirir. Şəkəri qənimi, zobun qənimi. Azərbaycanda şəkər xəstənin adı, şəkər kim hamı deyir, İlkin Əhməddir. Bu həqiqətən də belədir. Çünki bu adam həqiqətən peşəkardır. Bu adam xəstələrindən nəfəs alır. Bu adam gecə saat 3-də tutar ki, mənim şəkərim qalxıb. Deyir ki, neynəməliyəm? Sən şəkərin var da, var şəkərin qurban var. Ayıb şeydir ki, əlbəttə. 3-də sənin şəkərin qalxıb, neynəyəcəksən? Gecə 3-də? Mən iynədəyəm axı. Hə, iynədəsən. Bir də iynə yadımdan çıxdı da. İlkin, zəng edirsən 3-də, bu adam hazır telefonun başında, o qədər məsuliyyətlər kimdir? O qədər məsuliyyətlər kimdir? Və onun da ki, xəstələri hamısı görürsünüz ki, dəstə-dəstə gəlirlər verilişimizə. O öz təşəkkürlərini bildirirlər. Allah onu qorusun. Mənim endokrinoloqum Xəyyam doktordur. Xəyyam Yevəsi. O da çox gözəl doktordur, çox əkdirməlidir. İlkin çox dəyərlidir, çox. İlkinin də o qədər sədasını eşitmişəm ki, o qədər belə, necə deyim səndə, yaxşı mənada. Amma sən görməmsən onun kabinetinin qabağını. Mən axı Gülnar xanımın yanına gedəndə... Hamıda vaxt çatır. Maşallah. Nə qədər adam, nə qədər adam, inarsan. Birisi nə elə olur? Afaxan, elə bil ki, məsələn, mən sağalıram, sənə deyirəm, sən sağalsa ona deyirsən. Məsələn, vay o gündən ki, otağın qabağında heç kim olmasın, çünki biri gəlir, deyir, getməyin onun yanına, Allah, getmə onun yanına, çünki həkim deyil, amma Zəhmət çox sağ olun. Hə, o yerdə qaldıq ki, bunların səki, gəl, zəhmət olmasa həyat yol. Deyir, ayrılma mənim meşəti kazımdan. Otur yanında. Mənim meşəti kazımdan ayrılma. Xoşbəxt ciddiyi görəndə mən də fəxr edirəm, çox sevinirəm. Bunlar demək, həm də qohum. Nəsə əl qərəz, müxtəlif sahələrin adamlarını təklif elədilər İlkin bəyə. İlkin bəy dedi ki, bir çiçək var. Mən ancaq onu dərmək istəyirəm. Soruşdular ki, ay Zülfiyə xanım, soruşdular ki, bu çiçəyin adı nədir? Dedi ki, mən bu çiçəyin adını sözlə deyə bilmərəm. Neynə? Tarı bastı sinəsinə. Heyf ki, büyük tarını gətirməyib. Çox xahiş elədim. Adam da belə yerə tarsız gələr. Hə, vallah. Söylü də böyrümdə. Söylü də. Oy nə göyhərə deyir ki, ay göyhər qarı. Axır duyub, gətirə bilmirəm ki. Gətirə bilmirəm. Ay, valla sizin gözəlliyinizdir. Hə də. Götür gəldən qarmulda. Elə şey olar, qarmul ustasısan. Gəldin, şərəf verdin, göyhər quzu kəsərəm sənə. Mən gətirmişəm şey, nədir ondan, qoşun ağaramı qoyum. Çubuqlar. Açan lazım olsa çubuqlar da oradadır. İndi dostlar, bir daha diqqətinizə çatdırıram ki, Quba Majid Hotel bizə dəstək verir. Quba rayonunun Küsnət kəndində, Küsnət Qazma kəndində, təbiətin qoyunda yerləşən Quba Majid Hotel ailəvi istirahət mərkəzi üçün yaranın ideal bir yerdir, meşənin ortasında. Ulağın üstündə, otaqlar super, yemək, süfrə, masaj, fizioterapiya, zəli ilə müalicə, duz otağı, kabinet,
Hər şey yüksək səviyyədə idman etməklər üçün, idman etmək istəyən vətəndaşlarımızın xüsusi yer. Daha belə gözəl də yüksək səviyyədə. Cəmi 47 manat 50 qəpiyə. Adamın biri 47 manat 50 qəpiyə. Asmım söyləməni. 077 400 xahiş edirəm. Quba Manjot Oteldən danışanda diqqətimizi yönəldək bura. 077 492 21 20 492 21 20 Hasan nömrədir. İndi verərsən bu səfər mən də onları 077. Bəli. Gəl idmanda ilişir. Boz, təşəkkür edirəm. Boz, çox sağ ol. Boz, hədiyyələrin artıq olsun. Əzizim, çox sağ ol. Çox təşəkkür edirəm sənə. Boz nə göndərdi Boz? Və Elgiz soruş da şəkər nə edim? Düşsün. Şəkərin 500'dür. Can, yazır ki şəkərin 500'dür. Tortu kəsindən deyil. Ay Allah, kaş yanımda. Tac göndərdilər. Kim göndərdi bunu? Lüsü sən göndərdin. Kim göndərdi bunu? İndi nə bilə kimə göndərdilər? Kimə göndərdilər? Kim açıb baxırdım da sənə, niyə qoymadın? Yox, olmaz. Yox, sənə bax. Like eləməyi unutmayın dostlar. Like eləyin ki, daha çox insan bizi bəyənsin. Səidə Xanlarova. Kim? Səidə Xanlarova. Səidə Xanlarova. Canım, çox təşəkkür edirəm sənə. Ürəyim. Payın artıq olsun. Tort yediyirim. Tac nədir ki? Tac qoydan başıma. Birini də Afaq xanım üçün göndərsən. Lazımdır. Üzlülük edirəm. Buna ver gidə. Üstün batırasan. Üzlülük edirəm. Bəlkə bunun gözü doydu. Ay yaxşı, mən yazıq deyirəm vallahi xəvət xərc eləmir. İkisi də deyir o mahiyyəti. Əslində onlar şey edirlər, bizə öz sevgilərini göndərirlər. 100 jeton 25 ailə bilirəm sən 100 Onların sevgilərinə qurban olum özləri ilə bir yerdə. Hə, demək, İlkin Əhmədli nə elədi? İlkin Əhmədli getdi, çiçəyi dərdi, dedi ki, çiçəyin adı da Gülnar Əhmədlidir. Bu Əhmədli. Bunlar demək ki, qohumuymuşlar. Necə qohumsunuz? Xalamız. Gülnar deyir, eşidəndə istədim özümü odlayım. Ay Allah. Gülnar demək, eşidəndə ki, elçi gəlib, benzini götürüb qaçıb evin arxasına götürüb. O elə deyir. Qaçıb özünü yandırsın, amma sevincindən. Amma sevincindən ki... Sənin bir özümü yandıram. Bizim tərəflərdə belə şey yoxdur. Hə, belə şey yoxdur. Ay Gülnar xanım, demək bu sizin xoşbəxt ailə məsələniz. Bəs siz də həkim, yoldaşınız da həkim. Bəs deyirsən ağa, mənim ağa, bu inəkləri kim sağa? Bu ev işlərini kim görür? Bu ev qayğılarını kim çəkir? Növbə ilə sağırıq. İynəklərdir növbə ilə sağırıq. Bir gün deyirsən sağ, bir gün o sağ. Öz evimizin işini özümüz görür, özüm görürəm. Özüm görürəm qoyunları gətirmək. Evdir, qadın özü öz işini görməyə bacarsın. Çünki bir xüsusiyyəti var ki, 2 nəfəri yeməyi benim Demişəm axı bir gün məndən yəni heç kim yeməyi yemir, ona görə məcburən. Bizdə bir şey var ki, çox sağ olsun, mən insanlar kömək eləsə də, yəni yemək məsələsində biz heç vaxt, hətta yəni ixtisaslı yemək bişirən şəxs də olsa, yəni o əlin duz məsələsi var da. Yəni mən uşaqlıqdan öyrəşmişəm. Yəni ki, həm xalam qızı olduğundan mamam ilk dəfə yemək bişirməyi öyrədibdi. Yəni elə bil ki, eyni yemək çıxır. Dəzgahdan eyni yemək çıxır, belə deyək də. Yəni ona görə necə öyrəşmişəmsə, hətta evdə yəni ki, belə deyək, onu bişirən digər şəxs olsa belə, yəni məcbur qalmadıqca istifadə eləmirəm. Mənə bax, heç qocalmırsan sən. Neçə ildir bizim verilişdəsən? Bax, sən gün-gündən cavanlığa gedirsən. İllər adamın dala aparmır. Bu oğlanı... Kimə görə? Kimə görə? Gülnar xanıma görə. Gülnar xanıma görə İlkin müəllim qocalır. Yaxşı da, 39 yaşı. Məndən 1 yaş böyüksən. 1 yaş məndən böyükdür, amma ki, yəni belə. Nəsə deyirdim, yadıma. Siz bağlı nəsə deyirdim. İnsan nə qədər üzdü olur. Adamın gözünün içində. Quranın adı. Niyə? Sən bayaq deyirsən ki, deyirəm ki, Yusif Mustafayev uşaqlı olsun, sən Yusifdən elə yaşıdsan da. Bəlkə də bağçada bir yerdə bağçaya getmişsiniz. Deyirsən, yox, mən Yusifdən 10 yaş balacam. Harada? Neçənci ildənsiz? Mən dedim, Yusifdən mən balacam. Deyirsiz ki, Yusifi mən harada görmüşəm balacalığını? Elə demədiniz, elə demədiniz. O da Yusif Cəllabadın Zat kəndindən anadan olub. Sovetskidə. Mən oradan ağayrırdım, ay baş var. Onu görüm də. Kastrola getmişdiniz bəlkə o vaxt orada. Balaca vaxt, bitki olanda.
Deyir də valla. Valla mən sizə bir söz deyim. Büyüm mənim gözüm yaşardı. Ayol necə pis oldum mən. Niyə? Demək 28 il təxmin 88-ci il. 88-ci ildə mənim neçə yaşım olub? Bu dəqiqə hesablayıram. Neçənci ilsə? Bax deyim Neçənci sizə. ilsə, Onu deyəcəm sizə. No təxminən deyim də sizə. 13, bax belə yaşlarımda çox belə dost olduğum, dostluq elədiyim. Biz demək o vaxtı yaxşı oxuyan tələbələri bilirsiniz Artiqə göndərirdilər. Ondan sonra Azərbaycanın özündə də qırmızı qərənfil var idi. Bu Əhməd müəllim idi, oranın direktoru, uşaq oranın adı nə idi? Bax görürsünüz, yaddaş pozulub da. O Qaqarin adına. Yuri Qaqarin adına mərkəz var idi o vaxtı. Uşaqlar orada Lager. o nəzdində idi. Əslində orada dərnəklər var idi. Ondan sonra böyük bir kompleks idi. Uşaqlar o əlaçı uşaqlar, yaxşı uşaqlar, bəli. Və onların təşkilatçılığı ilə yaxşı oxuyan uşaqları göndərirdilər. Demək Qubanın bir kənd, Qara kənd var Qubada. Qara kənd idi ya, kəndin adı nə idi? Baba dağın ətəyində gözəl səfalı bir kənd. Demək orada biz dincəlirdik. Bizi dincəlməyə göndərmişdilər. Həmin o qardaşla da mən orada demək biz gör neçə il bundan əvvəl orada istirahət eləmişdik hamımız uşaqlar. Bizim demək aramızda olan uşaqların içindən heç demə milli qəhrəmanlar olanı var imiş. Neçəsi dünyasını dəyişib. O mənə danışdı, hə, kamına maşallah onun əlaqəsi var imiş və məni əmin etdi ki, oğlan adı Qalib. Məni əmin etdi ki, o şəkilləri o mənə göndərəcək. Telefonum oradadır da, göstərərdim. İnsan necə dəyişib, baxıram gözüm dolur. Ay Allah, elə bil dünən idi. Dünən idi. Heyf o günlər, heyf. Nə tez keçir. Günlər necə tez keçir. Ona görə mən deyirəm ki, hər günün dəyərini, qiymətini bilmək lazımdır. Ötən günə gün çatmaz, calasan günü-günə. Şərəsi medallarla gəlib oturub oğlan vuruşub. Vuruşub. Fəxri qonaq kimi çağırmışlar onu. Mən də oturmuşam, birdən qayıtdı ki, sən məni tanım. Görüşdük mən nə bilim, görüşdüm neçə il keçir. Qayıtdı ki, məni tanımadı, dedi, yox, və tanışlıq verdi. Ağzım bax belə açıq. O mənə deyir ki, sən heç dəyişməmsən. Ona gətirəmək sözümü. Sən dəyişməmsən. Dedi, dəyişməmsən. Elə necə var, elə də qalmışsan. Daha bilmədim ki. Hə, nostalgiyası tutdu, düz deyirsən, Elvizin nostalgiyası tutdu. Stolun, ay Allah, deyir kimin baş baxlardı stolun altında, kim nə olacaq? Pişik saxlayırıq stolun altında. Hər şeyə fikir verirlər, ay Allah, hər şey. Anam heç şey yoxdur. O nədir, bu nədir, tortu niyə kəsmirsiniz? Bir də bunun ayaqlarıdır, mən ayaqlarını yırmışım. Tortu kəsin də, bax gözə onu da fikir verir ki, tortu niyə kəsmirsiniz? Nasipəri xanımlarını. Adam tapırıq kəsməyə. Bu kimdirsə Nasipəriyə vurulub. Hər gün yazırlar. Mürəbbə. Bağdan toplanmış. Mən bilirsiniz ki... Özün pişirmişsən. Yox, özüm pişirib də, ağ oldu da. Özüm pişirməmişəm. Mən sənin keçən dəfə elə əl qabiliyyətini gördüm. Məsələn, nə salatı, salat doğramaç. Doğramaç düzəldə bilirəm. Doğramaç elə gözəl düzəldir ki. Bir dəfə də doğramaç elədim. Mənim gözümsə başda. Nə yaxşı, tək ki siz doğramaç. Git xalalara bir də doğramaç elə. Mənim gözümsə başda qatıq yoxdur amma. Tək ki siz doğramaç istəyin. Azadlar. Belə də ki, qurbandirsə, inşallah bağa da yığışar. Kəsirsən, gətir kəs. Nə olub atan? Bıçağı göstərməyin, çünki yayımı saxlayır. Bıçaq, sigaret, ondan sonra içkiləri göstərmək olmaz. O dəqiqə yayımı saxlayırlar. Məndən balacasın. Nəcə sənin haqqında elə qalmış yoxdur. Elgisi göstərən kimi yayımı saxlayır. Yayımı saxlayır. İlki mən artıq 38 ilə yaxındır ki, şəkərəm. Gözünüz aydın olsun, təbrik edirəm sizi. Bax, şəkərdir, mürəbbə ilə çay için. Bax, bu var ha. Heç gözləmir özünü. Yox, əslində kamdiz deyirdi, o bizim şəkərimizdir də, bizim üçün şirindir. Dərmansız aksızdır, üzümə biz nə dərman vuruq, nə bir şey. Bax, belə. Bizdə nə ənciri sulamırıq, nə... Əncir sulanmaz. Adamlar var ki, sulayırlar. Yox, onun əncir olmaz ki o. Əncir çürüyər. Yadınızda saxlayın dostlar, mən bağbanlıqla çox maraqlanmışam. Mən sizə indi bəzi bağbanlıq məsləhətlərini verə bilərəm. Üzüm və əncir. Bunlar necə meyvələrdir? Torpağın altında əncirin kökləri o zamana qədər gedir ki, özünə çox sürətlə gedir ki, su mənbəyini tapır. Tapdı mı?
orada dayanır. Siz görürsünüz, onun kötüyü necə qalın olur və haraya qədər gedir. O özü öz su mənbəyini tapır, əncir. Lap belə səhrada da o bitir. Məsələn, Bakının elə yerləri var ki, əncir ağaçları uçursulur ki, onları heç kim görürsünüz. Nə qədər ona az su versən, o qədər onun meyvəsi bərk olur. Bir də çox qəşəng yetişir və şirin olur. Və çürümür. Su vermək olmaz. Bu belə. Keçdik nar. Narada həmçinin nar ağacı da məhz demək, bəli, dəmiyə olmalıdır. Onda onun dənələri həm böyük olur, həm şirin olur. Amma daha əncir kimi konkret su vermək kimi yox. Arada, məsəl üçün, ayda bir dəfə ya 2 dəfə narı qəşəng boyunca sulamaq olar. İsti vaxtlarda. Axşam vaxtı. O da axşam vaxtı. Əncirimizi mütləq qabığını soymaq lazımdır. O bütün qabıqlar var üstündə belə. Onu ona görə soymaq lazımdır ki, arasında olan həşəratlar onu çürüdür. Yiyir içindən. Əncir üzüm tez quruyur. Üzümün qabıqlarını eləmək lazım. Sonra orada şeylər var, budaqlar var. Onu siz bilməzsiniz də. Gərək onu bilən adam bilsin. Orada erkək və dişi. Dişilər meyinə verəndir, bar verəndir. Erkəklər isə onlar mane olur. Həm üzümün yetişməyinə, həm qəşəng şişbələrdən şişələr olmasına onu kəsmək lazımdır. Sadəcə onu gələk mütəxəssis eləsin də, gələk bilən adam eləsin, bax belə. Və Bakıda da xarakterikdir, ancaq əncir, nar, ondan sonra badam, zeytun, ondan sonra nə ağaclar olur Bakıda? Hələ bunlar. Rəhmətli o qara evlər var idi, 2 dənə kişi. Yalıydı. Hə, Allah rəhmət eləsin. Necə səbirsiz? Yaxşı deyirdi ovçu. Quşu dimdiyindən tanıyır. O da dedi, hə yaxşı sən canın quşu uçur, onu nətər dimdiyindən tanıyar. Mən şəxsən tanıyıram. Deyir, sənin gözün görür, niyə görmür? Allah rəhmət eləsin, əlbəttə. Nədir ona, şirinliyi var idi, danışırdılar, öyrədirdilər. Bax yazırlar, qaysı, bəli, yox, şaftalı olur, amma gərək ona qulluq ola. Şaftalının torpağı gərək rayondan gətirir, Şəmkirdən qara torpaq, belə Bakı torpağında. Qum hər şeyi yetişdirmir, qumda çox gətirir, dəftinən gəldi. Badamdır, qumda yaxşıdır. Tut! Bəli, xartut və xartut, bəli. Məndə bağda xartut var, alımdı stəkanını belə aşağı işləşki, maşallah. Göyün içdən onu gətiriblər. Qoz olmur, alça olmur, yox. Alça olmur. Üzümlə, təbii ki. Sizə qonaq gələrdim, xoş gəlib, səfa gələrdim. Gəl, gözümüzdə yerim var. Hələ Pirallahının torpağı yaxşıdır ya. Gəlin. Gül olsun, bu tortu özümüz öz əlimizdən hazırlayaq. Və bütün resurslarımız var. Deyirik, resurslarımız çoxdur. Unumuz var, şəkərimiz var, qoz var, çəkilmiş. Niyə bu tortu biz özümüz hazırlamayaq? Niyə biz özümüz hazırlamayaq? Zəhmət olursa mən suda yanıram. Ne yiymişəm bilməm. Zəhmət olmasa. Çox sağ olun. Yiyim mənim çox bulu balalarım. Rəsul, təşəkkür edirəm. Çox sağ olun. Var olasan. Deyirəm, meyxana deyək bəlkə. Deyək də. Dəmkeş, bilsəyim dəmkeş çağırır. Qulağa getdiyə yazın. Bilsəyim dəmkeş çağırır. Dəmkeş bilirsiniz nədir? Bu meyxana deyənlər üçün mütləq dəm lazımdır. Dəmkeş demirlər ona. Düdkeş. Düdkeş, düz deyir. Dəmkeş şeydir, samavarın üstündən qoyulan adı dəmkeş. Hələ düdkeşdir samavara qoyulan. Dəmkeş o saxlayandır, qara jurnalcı şey. Dəm saxlayandır. Həm də ümumiyyətlə oxuyanlar. Mirəli xan, zəhmət olmasa like edin. Mirəli, sən oğlum zat deyirsən, meyxana deyirsən. Mirəli kim tanıdı? Burada mənə yazsın, görüb tanıyacaqsınız. Bir ara Mirəli partlatdı. Deyirsiniz, həmən o şeydi deyim. Hə, deyim. Deyəcək, məşhur şeirini desin. Bir işıq parıldadır, gör nə qədər gözlərivi. Heç vaxtı unutmayıb bircə nəfər gözlərivi. Məcnun necə olub Leyliyə divanı kimi? Əksinə, dirilsə göstərsən ölər gözlərivi. Ağlama ey gözəlim gözlərivin yaşını sil. Heç zaman bağlamasın qəmlə kədər gözlərivi. Dəliyəm, qısqanıram güzgüyə, çox baxma gülüm. Qorxuram güzgüdə, əksin də sevər gözlərivi. Qorxuram güzgüdə, əksin də sevər gözlərivi. Yazdı.
Var. Ümumiyyətlə, nə işin sahibisən sən, nə ixtisasın nədir? Kafir metlaq vurur. Əcəb eləyir, sənətkardır da. Nə olar? Kafir metlağı elə desə hər adam vura bilir. Quranaq qoyur. Elə bilsən kafir metlağı hər adam vura Allah bilir. ona əlavə bir dənə də talant verir, Nə olar? Oğlan vardı, çoban oğlan. Qoyun otarırdı. Gördün necə səsi oldu. Kadın var idi. Xadimə işləyirdi. Xadim, ya nəsə kənd təsərrüfatında, nə isə işləyirdi, hə. Maşallah səsi, Allah verir də, vergidir, Allah verir. Mirəlim, daha nə bilirsən? Meyxana demə. Meyxana demə, yox, meyxana sözünü deməginə. Bunu deyilən ki, mən misal üçün bir dənə bədahət demək istəyirəm. Bədahət daha gözəl səslərir, nəinki meyxana. Düzdür, o bədahətdən gələn bir şeydir. Ona görə də deyilən ki, mən bir dənə bədahət demək istəyirəm və bunu yavaş-yavaş yox, qəzəl janrındadır, amma düzdür, orada fars sözündə heç bir şey yox. Yox, farsın vacib deyil ki, yəni üslub qəzəl üslubuydu. Qəzəl üslubuydu. O Əlağa Vahid kimi də yansın dilim ağzımda desəm nazını az et, naz et mənə ey dili canım. Ay balam, yiyəcəyik də, niyə bizə görə əziyyət? Allah tortun üstündə qırğındır, o dilini bilirlər, niyə saxlı, gəl verilişdən sonra kimə verəcək? Tortu müzakirə edir. Oğlan da sən tanıdılar, çox adam düz yazdı. Bu veriliş deyil əzizlərim, bu elə belə görüşdür, zdravstvoyte. Bu görüşdür, elə oturmuşuq, vallah dükanda şokolad qalmayıb. Ada hamısı fonogramma deyə içi boşdur, elə belə qoymuşuq. Əgər bunu problem yaradırsınızsa, bu şokoladlar içi boş. Zülfü xanım göstər, içi boşdur, bax, hamısı yağından qoymuşuq. Baba, bunu mən yarısını yemişəm. Hə, da onu yemişənsə da, hə, da yemişəm. Görüb boş olan hansıdır, yox, hamısı doludur. Doludur hamısı. Hə, nəsə hamısı doludur. Yəni, kim istəyirsə buyursun, gəlsin. Mirəli, sən bir dənə istəyirəm, nə bilim, sənin üçün necə idi o meyxana, dükanı bağladın bu nəvə, hə, onu da görək. Mən sənin xəyalında itib azıram. Sən mənim xəyalımda daim qalırsan, mən sənə səhərəcən şeir yazıram. Sən gedib özgədən məşgul alırsan. Bilirsən, Mirəli təmiz solubdur. Dayan mən deyim niyə salamatdır, sanki sağ tərəfim iflic olubdur. Solda da sən varsan deyə salamatdır. Nə istəyirsən edim sənə üçün? İstə düşmənlərimi ağlatdırım mən, sənin köhnə filmlərə ağlın gedməsin. Neyniyim, bazarı bağlatdırım mən. Bazara bağlatdırım. O kinodan fragmentdir, o vaxt. Onu götürüb bənd eləyir. Bir də mən... Bəyəndiyiniz də like eləyir. Buradan baxıb görüm nə qədər adam like eləyir. Bir də mən üzr istəyirəm. Tıklayın dostlar. Aha, buyurun. Bilməm sizə vaxtı ikən demişdim, yoxsa yox. Mən özüm Şuvalanda qalmışam. Bəxt üzüyü çəkilən həmən həyətdə qalmışam. Vaxtı ikən də. Bayram olan həyətində, bağında. Bayram mənim həyətində. Allah rəhmət eləsin. Eşitmişəm o kişi rəhmətə gedir. Bağın sahibi. Pul vermişsiniz ona, arenda götürmüşsünüz, yoxsa elə belə vermiş ki, gəlin çəkin. Şeylərə mən baxmırdım ki, nə bilim. O maraqlı bağ idi. Çox maraqlı bağ idi. İşi doğmaq idi. Bir dənə həmən ev var. O, misal, tikmişdilər, cəhmişdilər də. Maket var idi. Şeyin evi, Rafael rəhmətliyindən evi ikisi onlar şeydi, panoram idi. Sonra... Şeydi, dekorasiya idi o, onların evi. Dekorasiya idi, hə, dekorasiya. Əsl ev deyil, yalandan zəhmət. Yox, hə. Bir dənə deyəsən, siz qalan ev əsli. Də həmən evində də qalır. Həmən ev qalır. Bir də şeyin evi, şey idi. Üzüyü taxanlı. Kişinin. Ha, kişinin evi. Olan evi. Prelis, ben şöldü. Nəsir müəllimdir. Nəsir müəllim öldü. Nəsir müəllim. Rəhmətə getdi. Birinci il o teatrda o filmdə Nəsir müəllim öldü. Yazıq, Allah rəhmət eləsin. Rafael, ondan sonra rəhmətli zat, nədir onun adı? İlkin bəli soruşursunuz ki, hansı klinikada işləyir? İlkin Əhmədli demək işləyir Kəpəz klinikasında. Oranın həkimidir, bəli. Karovkanı deyir, neynədiniz Elgiz bəy, evə apardınız? Hansı karovkanı canım? Hansı karovkanı? Bizə deyir, şeir lazımdır. Niyə bizə şeir lazımdır? Niyə ruhumuz dincəlir? Gözəl şeir. Şeiri sevməmək olar. Əlbəttə. Karovka, hansı karovkanı deyir, apardınız? Yaz görüm hansı karovkanı deyirsən? Buradan heç yana gelmir. Bura Elgizin evidir. Mənimsə oxuyanda nə olar ki, nəyi? Burada yazmırsan ki, yaz görüm. Bura verilişdə orada, hər verilişdə oradaydı. Hansı karovkanı deyir? O karovkanı deyirsən, onu açmışıq. Yarısı getdi uca. Yemişik də. Hansını deyir?
Hə, Rami yazıb ki, nə olar, evləndirin də. Evlisən sən? Xeyirsən. Hələ də subaysan sən? Neçə yaş var oğlum? 23. Azdır, yaşı azdır 23. 23 yaşı var elə. O aşan tez evlənər, sevdiyi qız olsa. Amma indi belə atan onu belə tezdir. Ha, sevdiyin qız var? Yox elə şey. Doğrudan. İndi heç kim sevməmsən. O da sənin yaşın Bəs 7-8. nə oldu ürəyinin yarısı belə infarkt oldu? Orada şap. Niyə? Amma söz Fantaziyadan gələn şey. O şeirə gəlmir, şeir. Fantaziyadan oldu. İndi azad sənətkarsan da, eləmi? Yəni iş düşəndə gedirsən, götürürsən, işləyirsən, hə? Bəli. Sağ ol, İlqar. 987. Təşəkkür edirəm. Kargoda işləyirəm. Kargoda. Baxam, bir göstər görüm, direktor olsaydım, nə eləyərdim? Sevsəydim, nə eləyərdim? Nə eləyərdin, Allah çox təşəkkür edirəm. Siz necə gözəl insansınız. Allah sizi saxlasın. Çox təşəkkür edirəm. Cəmil, sağ ol qardaşım, çox sağ ol. Elgiz bəy, demək Elgiz mənim taylarım mərmərdən baxır. Mənim taylarım. Mənə yazır ki, Elgiz sənin tayların mərmərdən baxır. Yazıq canım. Yəni mən bu qədər qocayam sənin gözündə. Aton görəsən. Atası yəqin mərmərdən baxır onu. Ay necə tərbiyəsiz, ay tərbiyəsiz. Niyə bu qədər məmkini çağırırsın? Bilirsən, bəzi insanlar, məsələn, görəndə ki, bəzi adamlar, məsələn, onlardan fərqli olaraq həyatlarından məmnundular və mutludular. Bu onlara yer eləyir. Başlayırlar yanmağa. Özdə fərqi yoxdur ya, canım, bu kimdir? Çox təşəkkür edirəm. Çox sağ ol canım. Çox təşəkkür edirəm, var olasan canım, çox təşəkkür edirəm. Demək, başlayırlar paxıllıq eləməyə. İndi biz oturmuşuq burada, düzdür, çox xoşbəxt görünürük, məmnun görünürük və bunu yandırır bunların bəzilərini. Amma ay bədbəxt oğlu bədbəxt. Nə bilirsən ki, bu qapının arxasında biz çıxdıq, hansımızın hansı qayğılarımız var? Hansımızın hansı qayğılarımız var? Sən o baxı bilmirsən. Əgər biz bugün o nətər deyərlər, o qayğıları bir tərəfə qoyuruqsa, bizi narahat edən problemləri bir tərəfə qoyuruqsa, sənin kimi, mənim dəyərli dostlarım, Allah sizə can sağ versin, bu sizə aid deyil, o qotur balası var ya, ona aiddir. Sənin kimi qotur balası baxır oradan və biz çalışırıq ki, sənin qəlbini nətər bir müddət də olsa fərəhləndir, əgər o qəlb səndə varsa, külü qoyum səni tap övə. Yəni ki, sən onu əgər anlamırsansa, daha mən sənə nə deyim, ay? Daha mən sənə nə deyim? Yəni, görsən nə qədər əqidəsiz, nə qədər tərbiyəsiz. Yəni, gülürəm, mən. Bir insan nə qədər murdar olar ki, məsələn, götürər yazar ki, hə, sən məsələn, tutar ki, sabah başıma bir şey gəldi, mən öldüm. Nə olacaq? Hə, tutar ki, mənim nə verəcəklərsən, nə qazanacaqsan ki? Yox, nə qazanacaqsan da, sənə nə verəcəklər ki? Adamlar inandırıram ki, qəlb pul çox pis şeydir. Ailələrin də qədrini bilməyənlər. Mən verirsən o qəlb pulu, məsələn, görəndə görsə, kiməsə qəlb pul verirsə, onu götürüb çırpır sənin başına. O bir kəlmə yazdı ki, sən gələ mərmərdən baxaydın da. Hə, mənə yazdı ki, gələ sən, yox, sənin tayların deyil. Hə, amma sən ona nələr dedin? Ona görə də nələr lazımdır, niyə lazımdır? Sən o sözü niyə işlədirsən, niyə yazırsan? Yazsın, o yazsın payda. Ay Seyid, təşəkkür edirəm, ürəyim, çox sağ ol, canım mənim. Amma bizim o nəticəyə gələnə qədər çəkdiyimiz əziyyətlər var, onu görmürlər və elə bilirlər ki, elə biz rahat gəlib oturmuşuq. Məsələn, bugün o verilişdəki var deyə mənə deyirdi ki, sən imkanlısan, zənginsən, oturmuşsan da. Mən o zəngin olam. Sən orta məktəbə getməmsən, uşaqlarla oynamısan, mən oynamamışam. Oxumuşam, kitab oxumuşam. Sən orta məktəbi qutaran kimi ərə getmişsən, mən dərs oxumuşam, instituta qəbul olmuşam. Mən institutu qutarmışam, karyera qurmuşam, sən öz həyatını yaşamısan. İndi gəlib deyirsən ki, sən zənginsən, mən kasıbam. Neyiniyim? Sən özün kasıb olması üçün. Bir gün sən o qırğını gördün da, verilişdə o müsibəti gördün. Mən necə əsəbləşdim, necə özümdən çıxardım. Gör nə olub? Xəstə qızın nəsli kökü. Kartın üstündə bir dənə qızı eləyiblər ortalıqda oynayacaq. Demək, qızın psixoloji problemlər var. Bu günlərim 280.000 idi baxış, mən çıxanda həmin verilişin elə bil ki, bir balaca fraqment qoydum. Gör, dünyada ilk oldu, son dərəcə xəstə psixoloji durumu yerində olmayan yazıq qız qalıb ortada, ona sahib çıxan yox. Onu biz, onun gələcəyi üçün bir şeylər fikirləşdik. Fəxriyə Xələfova onun üçün özəl kolleksiya eləyəcək də. Bu dünyada belə bir şey yoxdur.
Və mən inanıram ki, bu onda alınacaq. İnşallah. Qızın demək kartının üstündə qırğın. Nəsil tökülüb, nəsil. Allah. Anasını qeyb tapmışıq. Anası nə gündə küçədə arvad belə. Kartın əlindən alıblar, arvadın özünə atıblar. Bir film deyə, bir film çəkilir. Kimdir bunu eləyən? Deməli, qız, ananın kartı qızdadır. Qız gənciyə ərə gedib, ana da Şəmkirin küçələrində dilənir. Həmin bu xəstə qız ərə gedib. Hə, bu xəstə yox, bacısının. Xəstə qızın bir dənə sağlam bacısı var. Bu ərə gedib. Ananın da kartı verir. Gələn qız da o cins şalvardakı ya barda olmalı. Yox, o birisi dadı. Hə də o düz deyir. Cins şalvarda ağ şey düz deyir. Hə, həmin qız. Hə. Dedin ki, sənin geyimi və bax bunun geyimində var. Başıma dönüm. O nədir? Deyir ki, nə olub ki bunlara? Nə olmalıdır da? Daha nə olmalıdır? Salmısan küçələrə diləndirirsən. Nə olmalıdır? Başqa nə olmalıdır? Heyvanı götürürsən, qabağına su qoyursan, sən bunu da eləmirsən. Kartın əlindən almısan. Çox təəssüflər olsun ki, ad qalıb, bacı. Şöyle Elgiz, sənə qurban. Nə əcəb sən bu günləri göndərmişik laqapetə, göndərdim. Yox, o paltarda oturtmuşdun, icazə vermişdin o qadın. Ya bu qızın nə idi? O xalası da nə idi? Xalası qısa idi geyimi. Mən fikir başım qarışdı orada. Yox, sənin başın qarışdı. Rejissor olmalıdır. O nə paltar idi, geyinib gəlmişdi? Bəlkə olan odur, deyir olanın budur, neyini? Gündə birin geyinin. Olanı budur, heç onu da geyinməyəydin, canı sağ olsun. Elə belə paltarsız gələydin. Vallahi o ondan abırlı çıxardı. Nə bilim vallahi, çox mən də fikir verməmişəm, indi deyirsə fikir verərəm. Çox belə uşağın tarihi. Mənim oğlum baxır, qızım baxır, dostum baxır, indi öz aramızda. Sən qadınsan, özdə gəlmirsən, kimisə müdafiə edəcək. Qız xəstədir. Yazıqdır, onun xəstəliyinə istifadə edirlər. Başa düşsən, əməlli başlı psixozdur. Onu neynərsənsə elə gördün, anası heç dərk eləmədi ki, kimisə olursa sən ona. Ürəyimiz ağrıyır da, ona görə biz də deyirik ki, qız ortada qalmasın, ondan istifadə eləməsinlər, onun kartı yiyib, özünü döyməsinlər, sonra girdi içəri, o birisi xala, o döyülmüş də bunu. Hədə qorxurdu ondan. O döyülmüş. Hansı o barda o paltar giyib? Yox, cins kostyumda, cins kostyumda girdi. O xala idi, bacı idi. Xala, o döyülmüş bu ya. Subaydı, deyir ki, biz bunu deyə indirmişik, hələ ərə getməyib. Hə, hələ ərə getməyib. Deyir, hələ ərə getməyib, ona görə belə qəşək geyinib. Özü elə qəşək geyinib, amma bacını gedib götürən yoxdur, bacının saçını arayan yox, başının bitini təmizləyən yox, əynin başına baxan yox, bacının kartı və bacının qızının demək, verilişə qədər sayan yox idi. Verilişdə gəldi uşağın qiyməti bax. Doğrudan, belə adamın ürəyi partlamağa qalır. Bax, elə şeylər eşidirsən, deyirsən ki, zəmanədir, yaxşı zəmanədir, cəmiyyətdir, yaxşı cəmiyyətdir. Bacının adı qalıb, ananın adı qalıb, atanın adı qalıb, qardaşının adı qalıb. Bu nə deməkdir? Bu ümumiyyətlə, biz niyə belə olduq? Sağ ol, Etor. Niyə biz bəlkə bir təbliğatı gücləndirməliyik, bəlkə bir tez-tez belə ümumiyyətlə bu tərbiyə verilişləri olmalıdır. 45. Bəlkə, necə deyim sizə, dini məqamlarla bərabər Peyğəmbərin, imamların dedikləri sözləri danışmalıyıq, o barədə hadisələri yaratmalıyıq. Yəni bilirsə, insan nəyə səcdə edirsə, mən inanın səmimiyyətimə bir dəfə ürəyim həddindən ziyadə çox belə sıxıldı. Dedim, Əhməd, dur məni, Bağda yaxındır, dedim, dur məni apar Mir Mövsüm ağanın ziyarətgahına. Bir də sizdən bir xahiş edirəm. Mən Mir Mövsüm ağaya deməli nəzir demişəm. Mən Mir Mövsüm ağanın ziyarətində Allah yolunda nəzir demişəm. Elə deyilməlidir. Elə deyilməlidir. Mən Mir Mövsüm ağanın ziyarətgahında Allah yolunda qurban kəsəcəyəm. Belə. Yəni Allahdan başqa kimisə ona şərik qoşmaq mümkün olan şey deyil. Və dedim, dur məni apar. Ora biraz oturum da, baxım, Nizam da dostumuzdur, belə söhbət-söhbət eləyirik, belə Allah ona can sağlığı versin. Hə, getdik. Elgiz, inan Allaha, doktor, Kupanikdə gəlmişdilər. Kupanikdə. Və bir dənə nazik şu. Bax, Semralımın təkcanı üçün. Üstünə də şifon belə kasinka atmışdı. İndi bunlar elə paltar geyiniblər, bunların acığına gəlib. O paltar nə idi, başına dönüm sənin. Bir nəfər oxuyan var idi. Özü ütləmirdi o paltar, çıxırdı. Yadıma düşəcək kimdir. Hə, o ev onun paltarlarında, otun musiqiyə qulaq asın. Gövhər
birinci musiqini yazmışdı. Sonra tarla oxuyanda o gözəl məsələ çox gözəl idi və keçən ilki mahnı da çox gözəl idi. Sadəcə onun belə bilsən mənasını çox adam başa düşmürdü ki, bu kim olub? Bu obrazdır da. Bu obrazı, bu hamıya pislik eləyən, vuran, eləyən dağdan bir obrazı. Onu da oxudu və orada da bizim təsəl milli musiqimiz salınmışdı. Milli musiqi salınmışdı, yallı salınmışdı. Biz böyük bir söz dedik. Və sən bunların kostyumu. Ümumiyyətlə mən istəyirəm, gözəllik müsabiqəsi qoyulsun. Nə olar? Gözəllik müsabiqəsi. Hələ də təravətli qalan 8 uşaq anası. Məsələ. Mənə nə lazımdır? Mənə gələcəyimə əskər lazımdır. Mənə qəhrəman lazımdır. Şəhid yox. Allah Taala mənə şəhidlər qismət eləməsin. Amin, amin, amin. Bəsdir, ay Allah, sənə qurban olun şəhidi, bəsdir. Mənə qəhrəman lazım. 8 oğul anası, ya məsələ deyirəm, 4 qız, 4 oğul anası. Çıx günə, hələ də o təravət qalır, hələ də o höyüklər qalır, hələ də o bədən qalır, hələ o gözəllik qalır. Məsələ deyirəm də. Belə bir qəribə bir şey eləmək olmaz Elgiz. Yaşam. Besmodanı mən neyinirəm, ha? Yox, Besmoda neyinirəm deməyin də. Bax, indi mən sizə məlumat verim. Siz savadlı insansınız və mənim dediklərimi yəqin ki, tez başa düşərsiniz də. İndi oldu söhbət, mən bir-iki nəfər baxda danışım, gördüm ki, onlar mənim dediklərimi qəbul etmədilər və deyəsən anlamadılar. Demək belədir. Dünyada tekstil deyilən bir böyük bir sektor var. Bu tekstil çox gəlirli bir sahədir. Və Azərbaycan da yaxın gələcəkdə tekstil ölkəsi olmağı hədəfləyib. Bizim demək, tekstil ölkəsi olmağımız üçün hər şey bizdə mövcuddur. Birinci, bizim demək, pambığımız var. İkinci, yun. Üçüncü, sintetik. Sintetik demək, parçalar da bilirsiniz ki, bu neftdən hazırlanır, neft məhsullarından hazırlanan demək parçalar da onların demək əsas komponentləri neftdən hazırlanır. Demək hər üçü Azərbaycanda var. Və biz niyə görə parçalar, gözəl parçalar istehsal etməyək, biz yun parçalar istehsal etməyək, biz paltarlar niyə tikməyək, biz də böyük, bir də gətirirəm hamısını, gətirirəm. Və bütün bunları həyata keçirmək üçün Azərbaycanda demək insan resursları da mütləqdir. Bu tekstil ölkəsi və tekstil ölkəsi kimi fəaliyyət göstərmək üçün zavodlar, fabriklər demək istifadə olunan komponentlər və insan resursları. İnsan resurslarında bax bu Besmod, ondan sonra bunlar hazırlayır. O tikəcəyimiz geyimlərin nümayişidir. Ondan sonra ayrı-ayrı hansı modelyerin əlində paltar görmüşsünüz? Mən sizə bir söz deyim. Modelyer başqadır, model başqadır. Bu böyük bir sektordur. Buna hazırlıqlar gedir. Gəlin biz bu işlərə mane olmayaq. Mən belə başa düşürəm. Çünki biz... Mənə lazım deyil. Birazdan sonra... Mənim xalqıma lazım deyil. Mənim xalqıma lazım deyil ki, bizim xalqımıza iqtisadiyyat lazım. Öyrəyin də, tekstil almışsın. Mən dediyim zad edin. Onda bizim məhsullarımızı kim alacaq? 1 milyon yarım alıb başqa yerdə model kimi tanınan insanlar gələcəklər bu işlərlə burada Azərbaycanda məşğul sima kimi. Bunlar neyimə lazımdır? Hamısı bizim mahnıları satdılar. Hamısı belə müsibət mahnılarımız alınır. Qalmışdı indi bu tekstil almaq. Eurovision'a getdi, bütün mahnılarımız satıldı. İndi də bu... Biz Eurovision'a mahnı satmağa getmişik. Tabii sən deyirsən də, kim alacaq əli? Bir dəqiqə, onu da mən cavabını sizə deyim. Bir dəqiqə, Eurovision bizə niyə lazımdır? Və çox da lazımdır, mən sizə deyim. Ermənilər zaman-zaman görürsünüz ki, bizi çox mədəniyyətdən uzaq, vəhşi, barbar bir toplum kimi təqdim edirlər. Onlar bütün dünyaya yayırdılar ki, bax bu yarışmalar keçirməmişdən əvvəl Azərbaycanlıların hansısa bir yarışma keçirmək qabiliyyəti yoxdur. Bunlar vəhşi, ondan sonra barbar, acımasız bir toplumdur. Bunların mədəniyyəti yoxdur. Amma görürsünüz nə oldu? Tamamilə əksinə oldu. Azərbaycan nə qədər mədəni bir ölkə olduğunu ortaya qoymağı bacardı. Biz öz ölkəmizdə 3 böyük, dünya səviyyəsində 3 böyük idman, daha doğrusu 2 idman və 1 musiqi yarışmasını keçirdik. Birinci Avropa oyunları bilirsiniz. Hansı şəkildə keçdi Azərbaycanda? İkinci İslam oyunları, o da çox böyük maraq doğurdu və balaca bir iş deyildi. Üçüncü də Eurovision. Türkiyə Respublikası 1950-ci ildən Eurovision'da iştirak edir. Onların indiyə kimi 50 hesablayın, nə qədər onların iştirakçısı olub? Cəmi bir dəfə qalib gəliblər onlar. Bir dəfə.
Amma Azərbaycan baxmayaraq ki, 2-ci il ya 3-cü il idi və o qalibiyyəti qazandı bizim musiqimiz, iştirakçılar. O birinciliyi Azərbaycana gətirdilər və bütün dünya gördü ki, biz hansı şəkildə bu Eurovision yarışmasını həyata keçirdik. Ondan sonra orada olan səviyyə, orada olan o nüanslar hansı ki çox vacib idi. Hər şey bir-birini tamamlayırdı. Bütün bunlar Azərbaycanın mədəni dəyərlərini qoruyan və eyni zamanda dünya xalqlarının mədəniyyətinə hörmət edən, o tolerant bir ölkə kimi biz özümüzü tanıtmağı bacardıq. Amma Ermənistan neynədir? Görün bunlar nə qədər barbar, nə qədər vəhşi, nə qədər bir toplumdular ki, ömründə bir dəfə idmanoy keçirdilər prezident səviyyə, baş nazir səviyyəsində. Orada götürdülər ölkənin bayrağını yandırmaq. Bilirsiniz neydi Azərbaycan bayrağını yandırmaq? Bu onlar üçün böyük pozor, çox böyük bir xəta idi. Onlar bütün dünyanın gözü qarşısında nə qədər rəzil olduqlarını ortaya qoydular. Sənin gücün bayrağa çatır. Sən bir ölkəni rəsmən yalvarıb gətirmişsən ora. Azərbaycan, bəli, qəbul etdi sizin dəvətinizi. Bizdə necə oldu? Sizin iştirakçı gəldi, o boyda stadionda çıxış elədi. O bizim mədəniyyətimiz idi, daxili mədəniyyətimiz, nə olar düşməni? Bu adam gəlib bizim ölkəmizdə yarışmaya qatılıb və biz ona saygı ilə yanaşdıq. Amma siz neynədiniz? Siz öz vəhşiliyinizi, barbarlığınızı, siz o mədəniyyətdən kənar olduğunuzu ortaya qoydunuz. Ölün elə. Bayrağa çatır gücünüz. Bax, bu da əsas. Və o cümlədən də mən idmandan danışmırdım ki. Mən deyirəm, Afaq xanım, yəni mən besboldan danışıram. O besbol da çox, bu da çox vacibdir. Bizim yəni besbol bir qrup insandır. Azərbaycan tolerant ölkədir. Sən moda dünyası, moda həftəsi, nə bilim podium, o məsələləri sən maraqla. Bir başqa toplumun, məsələn, görsən ki, musiqiyə, bir başqa toplum musiqi qolları var. Opera musiqiyə bunun marağı var. Digəri, məsələn, xoşlayır muğamlarımızı, milli musiqimizi. Biz bir-birimizə hörmət eləməyə bacarmalıyıq və heç kimin işinə mane olmamalıdır. Əgər bugün mənim operadan zəhləm gedirsə, mən qulaq asmaq sevmirəmsə, o deməkdir ki, Azərbaycanda opera bağlanmalıdır. Niyə? Axı operanı sevənlər də var. Kim onu deyə bilər? Məsələn deyirəm. Azər Zeynalov İtaliya operası oxuyur. Bəli, Besmonda podium, ora gedirlər uşaqlar. Məsələn, o boy, ondan sonra buxun, ora əxlaqsızlıq yuvası deyil, əxlaqsızlıq məkanı deyil. Yəni biz bunları qarışdırırıq. Və əgər biz Avropa ölkəsi kimi, tolerant bir ölkə kimi özümüzü dünyaya elan etmişiksə, bütün bu məsələlərə biz tolerantcasına yanaşmalıyıq. Bax, mən bunu deyirəm, bu mən sizin sualınıza görə. O ki, qaldı yenə tekstil məsələsində, Azərbaycan bilirsiniz, gün-gündən neftin qiyməti düşür. Neftin qiymətinin dəyəri sabah nə qədər olacaq, bunu heç kim bilmir. Mən sizə deyim, vaxt oldu. Demək, yox, Besmolda söhbət getmir də, yenə deyirəm. İndi siz vaxt görürsünüz, Bakının kəndləri, böyük kəndlərində nə boyda zeytun, üzr istəyirəm, siz qulaq asırsınız bizə? Bəli, mən bizə anekdot demişdim. Mən çıxış edirəm. Demək, Bakının kəndləri var, görürsünüz nə boyda badam ağacları, nə qədər zeytunluq bağları, nələr salınıb. Bunlar nə üçündür? Məsələn, şərab zavodları, biz şərab içmirik və ya da kim için keçmiş SNG ölkələri içində o sorğunu keçirdilər. Ən az spirtlik içki içən xalq Azərbaycanlılar oldu. Bu çox gözəl göstəricidir. Bəli, biz içmirik. Amma o demək deyil ki, üzümüz tökülüb qalıb. Mən niyə onu Rusiyaya satmayım? Niyə? Niyə Ukraynaya satmayım? Onlar keçirlər. Və ona görə də bilirsiniz, Qarmaşov o vaxtda boyda zərbə vurdu bizim iqtisadiyyatımıza. İndi bu şərabçılıq bir tərəfdən, baramaçılıq bir tərəfdən, zeytun yağları, bunlar qızıl qiymətlədir. Ondan sonra bağlar, fındıq, fındıq bilirsiniz nə qədər qiymətlidir dünya bazarında. Fındığın içi bir gedir. Fındığın qabığından ən bahalı mebel hazırlanır, mebelin materialıdır. Və bu məsələlərə çox böyük fikir vermək lazımdır ki, biz neftdən asılı olan ölkə olmayaq. 2005-ci ildə neft barel oxu çıxır, bu neft çıxır, bax, çıxdı buradan, tökülür. Bunun qabağını almaq olmaz. Neftin qiyməti düşdü. Elə bir vəziyyətə düşdü ki, Azərbaycan pulla verildi ki, sən ala bu nefti aparın, üstündə də pul ver deyə. Bizim elə dönəmimiz oldu. Sizin yadınıza gəlir o dönəm?
Və birdən yenə də belə bir dönəm gəldi. Və biz neyinəcəyik? Ona görə ay bu pisdir, ay tekstil pisdir, ay besmoddan bunu elədi. Bunlar belə şeylər. Tekstil başqa şeydir, besmod başqa şeydir. Və tekstil əgər varsa Azərbaycanda olmamalıdır. O da xeyr. Vəssalam. Qətiyyən düzgün fikir deyil. İstəyirəm bağışlayın. Yəni məsələ bir şeyin məhsulu produksiyanı təqdimatdan gedir. Yəni ki, təbii ki, məsələn həkim gəlib onu təqdim eləməyəcək, aktyorlarımız, aktrisalarımız eləməyəcək. Yəni bu iş üçün də professional podiumda gəzən insanlar var. Təbii ki, moda, yəni xalqın modern tərəfi var, avangard tərəfi var. Yəni ki, klassik bir belə deyək də, necə deyirlər, daha konservativ bir kəsim var. Təbii ki, yəni hamımız ata nə dedi, düz dedi, səhv dedi, başımız üstündə, düzdürmü? Yəni əlbəttə ki, sizin də uşaqlar, nəvələr də hamını sayır. Ümidvaram ki, biz necə saymışıq, bizi də sayacaqlar. Çünki bu tradisiya gedir, tədricən ötürülür. Amma dünyadakı inkişafa da əngəl ola bilmirik və bir çox xalqların da acı təcrübəsi var. Nə qədər ki, onun qabağını almağa çalışıblar. Çox adam təəssüflə baxır ki, məsələn, mən bir ara bir hakimiyyət dəyişimi oldu bizim bir müsəlman dövlətlərinin birində. Çox təəssüflə nəyi izlədim? Yəni, adam öz fikrini o dediyi kafir icadı olan vasitə ilə sosial şəbəkədən bildirir. Onunla da həmin icadla da çəkir, həmin o televizoru yerə çırpır, sındırır, üstünə çırtapdalır, əlindəki kafir icadı ilə də onu çəkir. Yəni o radikal kəsimdən gedir də, söhbət ki, o dərəcəyə qədər birisi degradasiya gedir. Mən başa düşürəm, yəni yavaş-yavaş mən ümumiyyətlə söhbətdə biraz mülayimcəsinə o mövzunun üstünə gəlməyə tərəfdarıyam, yəni belə deyək də və təbii ki, bütün fikirlərdə almaqda borcluyam. Yəni böyük bir təbəqədən, yaşca böyük insandan, çünki həyat təcrübəsi var da ortada. Siz necədir? Baxın, təbii ki, öz uşağımızı, məsələn, mən də evdə 2 qız övladı böyüdürəm, bir oğlan uşağı. Allah saxlasın. Allah bütün cəmaları saxlasın, xoşbəxt eləsin, hamının uşaqlarını və yaxşı nəticələr göstərsin onların timsalında. Demək də məqsədim odur ki, baxın, mən qeyri-ənənəvi orientasiya görsəm uşağımdan çox pis olaram, təbii ki, çox pis olaram və bu günləri o gördüyümüz məsələdə tam-tamına şərikim. Məncə Elgiz bəy də, hamı da sizlərin şərik ola bilər bu mövzuda. Niyə görə? Çünki heç kim onun ailədə o şeyin ayaq açmasının tərəfdarı deyil. Bu mövzuda həssasiyyətinizi tam anlayıram. Mən də o belə deyək də kəlli o məsələyə razıyam. Təbii ki, o yarısı cəmiyyətdən gəlirsə tərbiyənin, yarısı da ailədən gəlir, sözsüz ki. Amma mən industriya var da, yəni industriyanın belə deyək də təqdimat hissəsi var. Təbii ki, indi mən yaşıma uyğun bu qədər görmüşəm ki, məsələn, bir şey ürətiriksə, istehsal ediriksə, onu belə nəfis formada təqdim etmək. Yəni, təqdimat önəmlidir. Deyir ki, bir vidinə görə, belə deyək də, quruluşuna görə qəbul edirlər, ağlına görə yola salırlar. Amma orada deyim nədir? Atalarımız deyir də, yəni birinci təqdimat önəmlidir. Tamam, bu parçanı buraxdıq, ən nəfisdir, ən gözəldir. Bundan gözəl formada bir kostyum tikib ortaya çıxartmayacaqsa, ola bilər, hə, biraz vızvaşmaz, biraz belə deyək, gözəl gəlimli olsun, müəyyən orada çalarlar da. Yəni biz onu gündəlik həyatda o kostyumu geyməyik. Amma yəni sıradan bir kostyumla modelləri ortaya buraxsan, yəni o deyil kimi bir təəssürat oyanacaq. Təbii ki, onu biraz belə ekstravagant bir formada təqdim eləməli. Amma bu, baxın, bir şey də deyim, fikrimi tamamlayayım, uzatmaq istəmirəm. Məsələ nədir? Türkiyə Cumhuriyyəti ən çox terrorla mücadilə edən bir dövlətdir. O ərazidə nə qədər böyük nəhəng güclərin əhatəsindədir. Burada Sayın Erdoğan da olsa, digər şəxs də olsa bundan mücadilə etmək şeydir. Çünki bir qarşıdurma var. Həm dini qarşıdurmadır, xristiyan ölkələrin yəni bula sıxışdırmasıdır. Yəni ki, söz sahibi olmasın, sonra Turan gəlir filan, başqa ideyalar gəlir də. Buna görə hər gün orada şəhid xəbərləri eşidirik. Düzdürmü? Müxtəlif kəsimləri Türkiyə üzərindən qışqırırlar. Hansı ki, qardaşlar onlar, illərlə o coğrafiyada yaşayıblar. Kürdlər və s. başqa şeylər. Yəni peşmərgələr var, obrislər. Hər gün şəhid xəbərləri gəlir. Bir dəfə bir eleştiri oldu. Yəni ki, belə deyək də, çıxartdılar ki, niyə görə Show TV-də, orada, burada, məsələn, Sayın İbrahim Tatlısəsin kanalı dayanmadı, o dayanmadı. Baxın, onlar elə bir industriya götürüblər ki də, baxın, mövzunu qoyub mövzuya keçirəm, daha bizə, ruhumuza yaxın olması üçün bunu demək istəyirəm. Bax, bu yaxınlarda
Hə, biraz konkretləşdirin, zəhmət olmasa tamaşaçımızın yarısı getdi. Bax, bu yaxınlarda mən bir şey deyim, sözümü yekunlaşdırım. Müəyyən bir şeyi boynuna götürmüsənsə, bir işə girmisənsə, dərdin də olsa onun içində çəkəcəksən, mentalitetin də müəyyən məsələlərini qısıtlayacaqsan. Məsələn, Dilara xanım gördünüz ki, efirə çıxdı. Yəni o Adi Evdar xanım yəni öz acısını yaşayardı uzun müddət. Amma bu proyektlər götürübdü, məcburdur çıxsın. Bir kəsim qınadı, dedi ki, yox, olmaz ora çıxmaq. Çox, yox, baxın, bir produksiya, böyük bir production'ın məhv olmasından gedir söhbət. Mən onu qınamadım. Adamın işi var, məsuliyyətləri var, öhdəlikləri var. Bunu etməlidir. Həyat yoldaşı ilə işə çıxmır. Burada da belədir. O Türkiyə misalına bağlamaq istədim bu mövzunu. Yəni bu şəhid xəbərləri gəlir, amma ümumi industriya var. O yəni yata bilməz. Təbii ki, orada bir dəqiqəlik sükut olacaqdır, bunu anmaq olacaq, onu anmasa, bunu yaşamasa bir başqa dərd. Amma bunun işinin davam etməsi zəruridir və o mənada qısaca qatılıram mövzuya ki, yəni bu industriya olmalıdır. Olmalıdır, əlbəttə. Siz teatrda işləyirsiniz, məsələn, aktrisasınız. Belə baxanda biri qalxar deyir ki, mən heç teatrın olmağını istəmirəm. Əgər iş o dərəcəyə çatsa, sizdə də var, arxada qızlar oynayırlar, hamısı belə şey, paltarlarda. Mən də deyərəm ki, olmasın. Teatr ne olsun ki, neyime lazımdır? Orada qadınlar, kişilər qarşılarına. Belə baxanda yəni. Amma biz deyirik ki, teatr incəsənətin elə bir sahəsidir ki, o insanların zövqünü formalaşdırır. O insanlara mərhəmət hissi aşılır və yaxud da ki, zalıma nifrət. Özdə uşaqları ümumiyyətlə teatra aparmaq çox vacibdir. İndi böyüklər arasında gedirik, getməyəm, uşaqlar mütləqdir. Çünki onların zövqləri formalaşır. Teatrı, kinosu olan topluma baxın. Yəni, bu incəsənətin özü tək kino, teatr sahəsi deyil ki, bunun heykəltaraşdırma, bax, mənə yazırlar heykəltaraşlar, rəssamlıqlar var bunların və bu çox böyük industriyadır. Hər birinin arxasında böyük bir ordu dayanır. İndi deyirsiniz ki, biz tekstilin xeyrini görməmişik. Hə, can, çox təşəkkür edirəm. Mən orada tekstilin reklamını görməmişəm. İndi təzə başlayırıq da, canım. Niyə? Artıq neçə illərdir Azərbaycanda neçə ilə tekstil yoxdur ki, bizdə elə. Hələ indi başlanır, heç zavod bəyəmdən bıraxdı ki elə. Amma görürsünüz ki, Emland, ondan sonra o birisi var ya, kostyum tikan, onları mən o qədər bəyənirəm. Biri də var ya, Elatus, bütün Moskva, artıq Türkiyəyə gedirik Elatusun malları. Mən bunu eşitdim, çox sevindim və o qədər tasarımçılar var bizdə. Oğlan var ya, Amerikada yaşayır indi, Rüfət, Allahım, onun geyimlərini kimlər geyinir, görürsünüz? Milyonlar deməkdir bu. Mənə onu lazımdır reklam eləmək. Amma onu reklam eləyirik də. Rüfəti lazımdır reklam eləmək. Və Rüfətin geyimləri bu dəqiqə dünyada marka. Anar, Atakişiyev, vizajist. Pisdir, dünyaya çıxır. Mənə onu lazımdır reklam eləmək. Odur da, bəs bu da bir sektordur da. Bəs model çıxır. Modelin vizajını məsələn Anar eləyir. Geyimini Rüfət eləyir. Ondan sonra, bəs bunlar hamısı bir-birinə bağlı olan industriyadır. Və bunlar çox vacibdir. Yəni adamlar qayıt düşdük, bax. Hər kəsən öz fikrində qalır. Mən bütün günü danışıram televiziyada. Niyə sizə bu qədər maraqlı gəlməyəm danışım? Mən hətə qalıram. Çox istəyirlər. Sizə qurban olaram belə, Özbəkistanda sağlam. Səhərdən baxıram, gözüm çəkir. Bir dənə adam yoxdur. Biri orada bir yazmışdı, qutarım da. Allah bütün sahədə işləyən insanlara can sağlığı versin. Biz bu ölkədə, səhv deyirəm, qalxdı, görsünüz adamlar. Oca, bax, maşallah. Bunlardan ötürü ürəyim getməsin. Ver elan oxuyum da. Quba rayonu, Küsnət Qazma Kəmcan. Quba Macid Otel. Macid Otel, bəli. Macid Otel, bəli. Quba Macid Otel. Quba rayonu, Küsnət Qazma kəndində təbiət qoynunda yerləşən Quba Macid Oteli ailəvi istirahət mərkəzi olmaqla yanaşı yüksək səviyyədə sanatoriya kimi də fəaliyyət göstərir. Duz otağı. Duz otağı, mineral su vannaları, fizioterapiya, massaj, zəli ilə müalicə, azon terapiya kimi tibbi xidmətlərdən yararlanmaq mümkündür. Həm dincəlib, həm də müalicə ala biləcəyiniz Quba Macid Otel və sanatoriyası bizim seçimimizdir. Sıra sizdədir. Quba rayonu, Küsnət Qazma kəndi. Telefonlar 077 492 21 20 və cəmi 47 manat 50 qəpik ödürsünüz bütün bu gözəlliyə.
cəmi 47 manat 50 qəpik. O herhalde ölçümdəki yanlışı belə. 055 629 27 elanımızı oxusa, onda putyovkanın qiyməti 47 manat 90 qəpik deyil, 88 manat özündə çıxardı, özündə çəkdi, əlavələr verəmə. Məcid Otel, sağlamlıq mərkəzi. Həm burada demək istirahət edirsən, həm də müalicə olursunuz. Yazıb ki, bir də Elgiz müəllim bizim elanımızı oxusa, şey qalacaq. Bu karabkalar bəzilərini çox narahat edir. Götür bunu da. Ən aşağısı bir il yarım var. Elə qoymuşuq da. Götür. Sonra da sizindəki acından ölürlər. İndi bax yığışdıran məsələn çər şeyləri. Deyəcəklər ki, vay. Acından ölürlər. Götür bunları. Narahat edir də bəziləri. İndi o sənə nə yazdılar ki, bəyəm? Mənə yazdılar ki, o karabkanı niyə qoymuşsunuz ora? Ne diyeyim, ne cevap verim? Ay qızın da deyirlər, niyə bak ne diyeyim, başına dönerim. Ne diyeyim, gel koy bunu da oraya, sen Allah götür hamısını. Bir tane karabka kalması, görün sonra ne diyecekler. Götür onu da. İsterseniz gelip orada oturup çay içip diye Allah'a şükür konfetimiz var, 2 tane konfet. Böyle bakalım da düz diyor da, neye yetişiyor bu karabkalar bura? Nöş koymuşsan bura? He da. Götür canım, götür bunu da götür koy onu. Bəs Kukkulu. Aha. Necə deyərlər? Kukkulu. Oturduk. Like eləyin. Artıq ona işləyir. Like eləyin dostlar. Onu işləyirsə elə tezdir. Like eləyin dostlar. Ay dilimə qurban olaram. Ay əllərimə quzu kəsərəm. Bunu sən niyə bayaqdan yazmışsan ki, mənim canım qutarsın, hər gün get karabka gətir, al. Deyim, bu da qalır. Burada bişmələr görürdünüz ha. O da yoxdur. Günlər getdim, o kadını tapdım. Getdim. Samaya tapdın. Hə, çox gözəl, çox gözəl. Deməli, 7 nəfər qadındır Elgiz. Gördü, günortalar işləyir, 3 axşam və yaxud da ki, əksinə. Çox gözəl, neçə çeşiddə bişirirlər. Cəfər Cabbarlı küçəsindədir. Niyə Cəfər Cabbarlı küçəsini bilirəm? Ona görə ki, şeydir, nədir onun adı? Space Rise orada işte. Üzbəyüzlə də diabet aptekdir. Diabet aptek bu biri Səkidədir. Həmin bu. Vallahi, hə, nədir? Adı nədir? Adını yadımdan çıxır. Pul aldılar səndən, düzündür. Yo, dedilər elə bura rəhmətli atan demişdi ki, haçan pişirsiniz, qızıma verir. Müştəri reklam edirsən onda. Əgər səndən boşlusan deyən, pulumuzu verib malımızı alırıq. Sən elə bilirsən ki, o pişinci şeylər mənə havayı verirdilər. Bu dəqiqə. Səmaya mənim üçün bir dənə ömründə Samaya mənə bir dənə bulkini gətirib ki, alayı, havayı. Hamısının pulunu vermişəm. Mən istəyirəm hamı onunla. Mən reklam başa düşürəm. İndi sən getmirsən, pulunu vermirsən, malını almısan. İndi deyirəm, yəni sənə bir bulki göndərib, öldürən ilan dili çıxartdın. Buradan canlı, gəlini də baxırdı da. Kimin gəlini? Səmayanın gəlini. Baxırdı da, bütün günü. Dedin ki, bəs demədin ki, Əhməd üçün istəyirəm, belə dilinlə demədin. Mən də gözləyirdim ki, səhər tezdən qapını döyəcək ki, afaq, necə? Sən deyirsən ki, dedim ki, mən pulunu verəcəkdim. Atamızı borcu. Ona görə gətirmədi ki. Birdən mən gətirəm, deyirəm ki, Afaq xanım üçün gedər bu malın, Elgiz bunun pulunu verməz ki, Afaq üçün gətirmişəm. Amma mən gözləyirdim. Səhər neçə dənə sifariş eləmişdim, 4 dənə bundan, 3 dənə bundan gətirdi, verdi, qapıdan çıxıb getdi. Allah canını sağ eləsin, ömrü uzun olsun, mənim sözüm onda yox. Şit yağdan pişirir, nə bilim, ondan sonra. Amma ki, biz pulunu vermişik, qurban malımızı almışıq. Amma çox gözəl, çox tatlı. Siz də gedin, bir pulunu verin, alın. Məkan gözlə başqa adamındır, o orada işləyir.
O məkanın sahibi o təmiz başqa adamdır. Mən deyirəm cəmaatın ağzı dada gəlsin, o qədər də bahalı deyil. Elə bizim ağzımıza gəldi, dadımız gəldi, biz də onu deyirik ki, dadlıdır da. Buradan bildirirəm də, Samaya çox sağ ol. Gəldi baxın. Afaq xanım bir gün qabaq idi bizim klinikaya gəlmədən öncə. Mənə zəng elədi ki, bəs gəlirəm, sabah sizə gələcəm. Demək, kifayət qədər bilirsiniz də, verilişdən olsun, nə qədər sənətkarlar falan, yəni müğənni, nə qədər bizim elə pasiyentlərimiz olur. Səhər idi. İlkin doktoruna hazırlaşırdıq ki, evdən çıxaq. Allah şahidi özü də buradadır. Dedim ki, İlkin, bilsən nə qədər həyəcanlıyam. Deyim, niyə? Canım mənim. Dedim ki, heç ağlımın ucundan keçməzdi ki, mən nə vaxtsa, yadındadır ki, mən nə vaxtsa həkim olacam və Afaq xanıma xidmət edəcəm. O mənim üçün bir böyük bir şərəf idi də. Yəni, başa düşürsünüz? Allah qanı şəhəri olacaq. Allah qoysa şəhəri olacaq inşallah. Gülnar xanım, mən sizə çox dediyinizdə inanıram. həqiqət var da. Yəni, bax, Afaq xanım, Elgiz müəllimin dediyində həqiqət var. Bilirsiniz deyə, Siz də bizim üçün dəyərlisiniz. Həm ilkin Onlar doktor sadə beş adamlarıdırlar. amma yenə də Afaq xanım Mənim üçün də çox dəyərlidir. dəyərlidir. O da evinə aparardınız. Nə bilim, nə eləməzsiniz? Sizin də burada bizim qonağımız olmanız, Afaq xanımla mənim qonağım olmanız çox böyük fəxrdir. Sağ olun. Çünki Nə siz yaxşı sizlə həqiqətən bir yüksək səviyyədə, yüksək təhsilli, yüksək dərəcədə peşəkar insanlarsınız. Siz ki, xalqımıza belə xidmət edirsiniz. Bugün mənim gözüm yaşardı. O kişi gəlmişdi, ağrılardan ölürdü. O asanı ki, kişi başladı hop-stop oynamağa. Bəli. Ondan dünyada böyük xoşbəxtlik nə ola bilər? İlkin dəstə-dəstə qəbul edir şəkər xəstələri, nə vəziyyətdə gəlirlər, ölürük. Yaranın içində şəkər yaraları olan adamlar gəlir. Ümidlə gəlirlər. Və sağalırlar da. Ümidlə gəlirlər. Əlbəttə. Gələn ümidlə gəlirlər, qəbul olunacaqlar, olunmayacaqlar, pullandı, pulsuzdur. Amma onların heç birinin inanırsınız, siz belə o pulda gözləri də yoxdur. O qədər adam olar qəbulun ağzında. Yox, inanın səmimiyyətimə ki, doğrudan bizim çox gözəl həkimlərimiz var. Elə ikisi nümunə buradadır. Mən ümumiyyətlə sizə deyim də, mən həkimlərlə böyümüşəm. Mən hər bir həkimə bir can borcluyam. Hər bir həkimə. Təsəvvür edin ki, vallahi da, indi hamımız borcluyuq. Zülfiyə xanıma da çox dərli təşəkkürümüzü bildirir. O da gözəl insan, gözəl vəkili, hüquqşünas, dəyərli insandır. Bu gün də bizdə ev sahibi kimidir bu gün, ev sahibi kimidir. Bəli, mən ümumiyyətlə əvvəldən Elgizin yanında olduğuma görə, mən Elgizin yanında harada olanda elə bilirəm ki, oranın sahibəsiyəm. Elə hesab edirəm. Buranın adamı, hərdən bir evdir, dəqiqəyə vurursa, mənə baxın! Allahın adına and olsun. Bir də stakanı saldım əlimə. Qurban olun, bu günlərim səhv bir yer çəkdi. Yox, düz dedim. Zülfiyə xanıma ömür versin. Can çox sağ ol. 2000 adamı küçələrə, hələ bir gəl bacım deyirlər. Tural, ürəyim, sən güldürə bildiysə 004. Nə xoşbəxtiz. Nəyə gülüb? Siz niyə belə maraqlısınız? Nə bilim, Ocağınız bərəkətli, qazanlarınız gül qaynasın. Allah köməyiniz olsun. Sağ olun ki, hamımızın köməyi bizdən birlikdə oldunuz. Gözəl sözlər yazanlara Allah sizə can sağlığı versin deyirik. O özünə aid yazanlara da şey deyirik ki, ağıllı versin. Ağıllı olun, mədəni olun. Sağ olun canım, var olasınız. Sağ olun. Sağ olun. Sağ olun. Buba Majid Hotelin dəstəyi ilə baxdınız bizə. Sağ olun. Məcid Otel, sağlamlıq mərkəzi. Həm burada demək istirahət edirsiniz, həm də müalicə olursunuz.